Səmimi verilişinin sponsoru Tarz Mebel Evi, Referans Wellbeing Center. Demək olar ki, səmimi verilişi illər sonra yenidən təkrarlanır. Çünki elə bugünkü qonaqları da anonslardan bilirsiniz. Sevilən bizim şairimiz meyxanada ustad kimi öz sözünü demiş. Orxan Lökbatanlı bugün bizi iləndir. Oradan da mən bayaqları verilişdən qabaq fikirləşdim ki, Allah Rəşadın qapısını açıq eləsin. Bir neçə gün bundan qabaq Rəşadın ad günü idi və keçən il Space televiziyasında biz şairimizə bir veriliş həsrləmişdik və Orxan o qədər orada ürəkdən yanaşdı Balalı ilə bir yerdə. Mən gördüm ki, doğrudan da dostluq tam başqa bir şeylərlə ölçülür. Amma bu günləri Orxanın bir sevən ordusu var. Kütlə deməyək, kütlə başqadır, ordu başqadır. Xanımlardan tutmuş, evdar xanımlar, analarımız, bacılarımız onun şeirlərini sevir, onun meyxanalarını sevirlər və bugün şükür Allaha ki, meyxanamız elə bir səviyyəyə gəlib ki, biz bu günləri meyxana ilə fəxr edirik. Çünki vaxtı ikən həmişə demişəm, Ağasəlim Çıldaq, Allah Kərimə rəhmət eləsin, Kərim, onlar Ulu Öndərimizin qarşısında çıxış edəndə fəxr edirlər meyxana ilə və meyxana bax belə bir çox bizim duetlərimiz olub. Hətta demək olar ki, bu duetlərdən elə Azərbaycan Dövlət Televiziyasında da olub ki, o duetlər gəlib. Sonradan Vüqar Əbilovla Ədalət Şükürov, Əbdülov yoxsa Əbilov? Əbdülov. Çünki Əbilov deyəndə acığı gəlir. Vüqar Əbdülov Kremldə iki prezidentin qarşısında bağlanıb eşqin qapısı üzümüzə. Ədalət Şükürovla bir yerdə bir duetləri oldu və sonra meyxana aləmində yenilik oldu ki, bütün bölgələrimizə Vüqar mahnı həsr elədi. Ondan sonra Namiq Qaraşuxurlu, Könül xanım Kərimova ilə, Aygün xanım Kəzimova ilə və ondan sonra bu tandemlərin içinə gəldi Rəşad Dağlı ilə Orxan, iki qardaşın bir yerdə, nəinki Azərbaycanda, Rusiyanın hər bir yerində onların avazını sevirdilər. Allah bir daha deyirəm, Rəşadın qapısını açıq eləsin. Allah Taala onu sevənlərinə tez bir zamanda qovuştursun. İnsandır, səhvsiz bir insan yoxdur. O da bilir, amma onun bu cəmiyyətə heç bir zərəri dəyməz. Çünki insanın elə bir sarı sibinə toxunurlar ki, bəzən özündə olmur. Amma Rəşad bu cəmiyyət üçün heç vaxt zərərli bir insan olmayıb. Bu meyxanada da öz sözünü deyib şair kimi və onun qardaşı da Orxan, demək olar ki, Rəşad 4 ildən artıqdır da. 4 ildən artıqdır ki, 4 ilə yaxındır ki, cəza çəkir və Orxan 3 ildən çox vaxtı meyxana demədi. Dedi, mən deməyəcəyəm, amma mən əminəm ki, Rəşadın təkidi ilə, ona yazdığı bəlkə də zəng vuranda deyib ki, sən lazımsan bu aləmə. Və bugün də mən çox sevinirəm ki, sən illər bundan öncə səmimi verilişimin qonağı olmusan və sənin orada dediyin dosta aid, sədaqətə aid sözlər bugünəcən də aktuallığını ki, və bugün də çox sevinirəm ki, buradasan. Xoş gəlmişsən Orxan. Xoş gördük Tolik, hər vaxtınız xeyir olsun. Mən də sizi salamlayıram. Xeyirli, uğurlu olsun. Əslində bu təzə proyektdir, bu illər əvvəl sən var idi. 8 ildir bu var. Bəli, var idi. İndi təzədən yeniləmisiniz, xeyirli olsun. Zəfər xanımı salamlayıram, bizim dəyərimiz, dəyərli sənətkarımız, musiqisi dostlarını salamlayıram. Çalışırıq ki, o deyirsiniz, danışırıq dosta sədaqətdən, dostluqdan, sevgidən, məhəbbətdən. Mən həmişə çalışıram o yaxşı tərəfdən, yaxşı mənada danışdığım kimi insan olum. Elə olmağa çalışım. Çünki o sözlə əməl üst-üstə düşəndə artıq orada hər şey mükəmməl olur. Və bugün əgər sənətkarların ikisi də buradadırlarsa, biri söz xiridarıdır, söz ustadıdır, şairdir və Zemfira İbrahimova da mənə görə bu günləri sənətkar statusunda bir xanımdır. Çünki onun sənətinə dəyər verən ustadlar olub. Zemfira əbəs yerdən gəlib müğənni olmadı. Hardan ki, nə bilim, yoldan keçən var, bu günləri inciməsə sözümə görə, hər ərindən boşanan gedir bir studiyada bir mahnı yazdırır, gəlir müğənni olur. Yəni, hər kəsə aiddir, bəzilərinə aiddir. Amma Zemfiraya Türkiyənin imperatorundan tutmuş bizim böyük sənətkarlarımız, ustadlarımız ona dəyər veriblər. Zemfira bayaqları məşq vaxtı öz həmkarları ilə, onlar da virtuoz musiqiçilərdilər. Çünki illərlə bu camiyyədə hər birimiz onları tanıyırıq, xoş gəliblər. Zemfira öz sənətinə dəyər verəndir. Dedi ki, mən bu verilişə gəlirəm, baxmayaraq ki, bu veriliş bizim YouTube-da yayımlansa da böyük rezonans doğurur. Dedi, mən musiqiçilərimizlə gələcəyəm və Zema doğrudan da bugün bir çox müğənnilərin yollarında cığır açıb onlara. Onları özləri ilə toylara aparıb,
onlara o əvvəl bir kitab vardı, 1001 nəğmə kitabı. İndi o kitab yoxdur, o Cəmil İbrahim özünün beynində, necə ki meyxanaçıların beynində olur o qafiyələri necə qoşmaq lazımdır. Zemada doğrudan bugün bax belə gəlməyi ilə bir çox müğənnilərə stimul verəcək. Əminəm ki, səndən sonra çoxsu istəyəcək musiqi ilə gəlsin. Xoş gəlmisən. Nə yaxşı ki, bu camiamızda varsan. Çünki sözünün kəskinliyi ilə. Dili var, dilçəyi də var. Sənətin də maşallah göz qabağındadır və bugün sən də səmimi verişimdə vaxtı ikən qonaq olmursan. İndi ikinci dəfə qonaqsan, xoş gəlmisən. Təşəkkür edirəm dəvətin üçün. Öncəliklə sənin izləyicilərini salamlayıram. Təbii ki, çox böyük kütləm var. Hər kəs bizi izləyir. Təşəkkür edirəm dəvətin üçün. Mənə şad oldu ki, bugün əslində sözün əsl sənətdən söz gedəcək. Çünki burada Orxan Lökbətanlı əziz dostum var. Söz xirdarımız var. Mənim dəyərli dostlarım var, musiqiçilər. Çünki onlar peşəkar musiqiçilər deyirəm. Hər zaman incə sənətimizə xidmət edən məhz peşəkar musiqiçilər var. Bir daha hər birinizi salamlayıram. Dəvətin üçün də təşəkkür edirəm. Zemə, səndən birinci başlamaq istəyirəm. Çox uzağa getməyəcəyim. Bir neçə gün bundan qabaq sənin dostun, siz bir üçlüydünüz. Bax, bu üçlüklər var. Show biznesdə də, mədəniyyətdə də, incə sənətdə də rəfiqələr var da. Bəli, bəli. Siz üç rəfiqəsiz. Bəli. Bilmirəm, bugün rəfiqəsiz ya yox. Gülay Zeylanın konsertində mən səni görmədim. Mənim Amma Humayı gördüm. Yox, övladım getdi, qız övladım göndərdim. Hətta əmisi qızı ilə göndərmişdim. Gülaydan, yəni belə deyim ki, hər birimiz onu zaten dəstəkləyirik. Çünki Gülay həqiqətən illərini bu sənətə vermiş bir sənətçimizdir. Ona görə də bizim də bir doğmalığımız var. Ta ki uşaqlıqdan bugünə kimi. Mən özüm getməsəm də, çünki başqa bir tədbirim var idi, mən başqa şəhərdəydim. Övladlarımı göndərdim, ikisi də getdilər, iştirak elədilər. Hətta gül çələngi ilə belə onu təbrik elədik. Hətta o konsertin 2 saat öncə mən ona səs göndərdim ki, sənə uğurlar arzulayıram. Bu sənət yolunda, bundan da daha gözəl uğurların bol olsun. Amma niyə Gülay məhz efirlərə çıxanda, misal üçün də mənim dostum İsa Şükürov deyir ki, indi hal-hazırda o televiziyadadır, efirdə, deyir konsertdən qabaq çağırmaq istəyir, Gülay bəylərlə çıxmaq istəyir. Məncə rəfiqələrlə olsa nə qədər gözəl olar. Misal üçün, niyə orada adlar gəlmir də, indi ki, misal Zemfira, Humay, sən də çıxanda başqa adamları misal üçün deyirsən. Mən də çıxanda, məsəl üçün, çünki tərəf müqabilin seçəndə 2 xanım olanda biraz həm eyni janr olur, mən belə başa düşürəm. Amma bəylə ifa eləyəndə tamam bir başqa abu-hava olur. Mən hər zaman bilirsiniz ki, Eldəniz Məmmədovdur, dostumdur, Mirələmdir, Vasifdir. Yəni bunlarla hər zaman üstünlüyü verirəm ki, bunlarla bərabər bir efirə çıxam. İndi yəqin ki, Gülay xanımın da özünə aid bir ifaçı dostları var ki, hər zaman onlarla bərabər çıxmaq istəyir. Yəni mən belə düşündüm ki, Gülay, baxmayaraq ki, siz ikiniz də xanəndəliyi bitirmişsiniz. Gülay daha estrada janrına meyillidir, düzdür, xalq mahnıları da oxuyur. Hal-hazırda biraz o tərəfə meyillidir. Ona görə, amma sən sırf düzdür, sən özün türk arabesk və xalq mahnıları, istənilən muğam oxuyursan, pop oxuyursan, yəni bunları biz görmüşük. Amma sən daha razna janrı, yəni çox şaxəli olmaq istəyirsən, amma o biraz o tərəfə gedir, bahalı tərəfə gedir məncə. Yox, əslində Gülay elə, məsəl üçün, sənətə ilk addımlarından da bilirsiniz ki, muğamla, xalq mahnıları ilə gəldi və bir neçə ildir ki, Gülay səpkisini tamamilə başqa bir tərzə yönəldib. O da çox gözəl alınır, həqiqətən mən bəyənirəm. Çünki ifası da, həm bilirsiniz, musiqini bitirən insan, musiqini bilən insan hər tərəfli, hər bir janra müraciət eləməyə, yəni onun qapıları çox yaxşı olur da, açıq olur. Çünki o artıq musiqini bilir. Musiqini bilən insanlar üçün məncə daha gözəldir Gülayı bu səpkidə görməyimiz. Orxan, eyni sualı sənə gələcək, amma konsertlə bağlı yox. Bir neçə gün bundan qabaq dostun, meyxanaçı, babanın toyu oldu və bu toy doğrudan da çox rezonans verdi. Orada biz Ələkbər Yasamalını gördük. Doğrudan da Ələkbər Yasamalını mən illərlə də tanıyıram və Allah bütün dünyadan köçən ustad meyxanaçılara rəhmət eləsin. Ələkbər orada bir söz dedi meyxananın sonunda. Dedi ki, söz ustadları bu qocanı yaxşı tanıyırlar. O özünü qoca adlandırdı. Çünki doğrudan da bu meyxanaya illərini həsr edən bir insandır. Allah Ələkbərə can sağlığı versin. Hər bir insanın mən içində daxil bir səhvimiz olur və heç kim kimisə həyatda atdığı bir səhvə görə qınaya bilməz. Allah Taala'nın qarşısında hər kəs öz cavabını verəcək. Əsas odur ki, adını sadaladığım insanlar yaxşı kişidirlər. Və kişinin də başına iş gələr. Bayaqların adını çəkdiyim elə Rəşad Dağlı olsun,
Ələkbər Yasamallı olsun, Orxan və Səhvsiz bir insan meyxançılar yoxdur, demək olar ümumiyyətcə söhbət gedir. Meyxana çox ağır bir sənətdir. Sən orada yox idin və mən kommentlərdə görürdüm. Yazdılar ki, niyə Orxan yoxdur burada? Yox, mən orada olmamağımın səbəbi başqa bir şeydir. Baba bizim üçün əzizdir, dəyərlidir, cavandır, gəncdir, təzə istedadlardandır. Maşallah özünə də yer eləyib bir xeyli insanlar da sevirlər onun sözün, sənətin. Amma həmən ərəfədə biraz təqsir babanın özündə idi və buradan da deyirəm bilsin. Belə də danışmışıq bu barədə ona. Toya bir 5 gün qalmış dedi mənə. Mən də həmən ərəfədə inandım ki 4 gündə heç Bakıya gəlib çıxa bilmirdim. Deməli bir Qubada işim var idi, bir Biləsuvarda, bir Cəllabadda, bir Masallıda. Yəni heç 4 gündə evə gəlib çıxa bilmirdim. Amma Olur da. Allah bütün bağları saxlasın. Böyük oğlumun mən artıq 18 yaşı var Eşənin. Özü də tanıyır bütün meyxançıları. Yollamışdım ona, iştirak elədi orada. Bəli, təbrik elədi babamsın. Amma baba özü bilir ki, mənim ürəyim orada idi. Yəni ürəyim ona idi. Sadəcə olaraq gənclər deyənə biraz təcrübə azlığından da o. Məsələn, biz qabaq meyxanaçılar bir-birimizə toy eləyəndə, məclis eləyəndə, adın eləyəndə 2 ay qabaqdan xəbərdarlıq eləyirdik ki, heç olmasa bir 10 nəfər, 15 nəfər Həmənki gün bəli. bilsin ki, orada olmaq lazımdır. Baba da özü də etiraf elədi o. Mən dedi, şair mənim öz təcrübəsizliyindən olub. Dedim, inşallah balonun toyunda daha belə eləmək ki, gəlib iştirak edə bilək. Amma bilir ki, xətri əzizdir mənim üçün və buradan bütün izləyicilərə də demək istəyirəm ki, heç bir qəsdi qərəz ola bilməz oradakı Orxan. Orxan, toyda olmadın, ürəyin oradaydı, amma sosial şəbəkələrdə meyxanaları gördün. Hətta orada mən meyxana aləmini sevməyim deməyim, meyxana dinləmirəm. Baxmayaraq ki, mən Qaraçuxurda böyümüşəm və Namiq Qaraçuxurlu təzə çıxanda onun rəvayətini bizdə kasetdə qulaq asırdılar ki, o rəvayəti o qədər dillər əzbəri idi və mənim atamın dayısı oğlanları ilə Namiq çox yaxın dostdur. Çünki o da Qaraçuxurda olur, amma o biraz bizdə aşağı deyirlər. Orada biz hamamın yanında oluruq da, təmiz uşaqlar. Belə gedir. Nə mənada demək istəyirəm. Orada meyxana gördüm, orada bir ayrı seçkinlik deməyim. Bəzi cavan meyxanaçıları da gördüm. Misal üçün, yuxarıda oturmuşdular, bəziləri aşağıda oturmuşdular. Videolara baxdın, kadrlar TikTokda sənin xoşuna gələ də bildi, gələ bilmədi. Mən orada səhv etmirəmsə, bir meyxanaçının Ələkbərlə deyişməsini gördüm. Mən anlamadım, bildim nə meyxanadır, amma orada sətr altı Ələkbərə söz atdılar. Biz bunların əleyhinə çıxırdıq. Efirdə də sən deyirdin ki, bəzən görürdün də Akşin Fatih çıxırdı bizim verilişdə, Pərvizə söz atırdı ki, Türkan necədir misal üçün də. Yəni də belə, bu ola bilər olsun. Amma orada bəzi söhbətlər getdi ki, yəni flankəsi bağlamaq, nə bilim nə. Amma Ələkbər sözünü dedi ki, məni bugünəcən bağlayan olmayıb da bu meyxanada, mən gedirəm. Yaxşı oldu orada. Rəşadın adı çəkildi, çox. Amma yenə də biz nə gördük? Balansın biraz orada bundan qabaqki meyxanalar təkrar mı biraz qayıtmaq istədi? Baxmayaraq ki, baba buna müdaxilə edir tez-tez. Ümumiyyətlə, meyxana söz sənətidir, söz savaşıdır, söz oyunudur və çox təhlükəli sənətdir o baxımdan ki, yəni 10 il, 5 il bundan əvvəl də, məsələn, hansısa bir toyda, hansısa bir məclisdə, tədbirdə yüngül balaca bir səhv eləmisənsə sözlə, 10 il sonra da onu üzvə vura bilərlər. Yəni o söz savaşıdır da. Yox, orada söz savaşı deyil idi. Orada insanın başına gəldiyi, flankəsi bıçaqladılar toyda, flankəsə bıçaq vurdular, belə elədi. Yəni, bunları orada yada saldılar. Yəni, bunlar olmayacaq bir şeydir də məncə. Səncə, bunlar niyə oldu? Bax, bu insanı mənə yerə gəlir ki, bu qurşaqdan aşağı vurmaqdır. Söz səhvi ola bilər. Mən sizə bir söz deyim, məndən incələrdə, incəməsələrdə özləri bilər. Əslində, o meyxanasının zəifliyidir, xəbər verir. Yəni, elə bil ki, mən sizlə söhbət edirəm, söz tapıram deməyə, başlayıram sizi araşdırmaq. Qurşaqdan aşağı vurmağa. O ehtiyac deyil də o. Yəni, biz elə meyxana deməmişik. Yəni, Orxan, doğrudan da bu söz zəifliyidir, yəni nə mənada? Yəni, beynivə gəlmir də, dalını nə deyəsən buna ki, sənə o əl çalsınlar. Necə ki, Ələkbər Yasamallı demişdi ki... Elə bil 2 dənə heç meyxananı qoyaq qırağa, elə bil 2 dənə idmançı vuruşur. Mən bilirəm ki, sizin zədə məndən qabaq dizinizdən və ya qolda başlayıram oradan vurmağa. O sağlam rəqabətdir. Həmkarlarıma da buradan, məsələn, bir dost kimi, bir həmkar kimi, qardaş kimi məsləhət görürəm ki, daha da gözəlləşdirmək olar bu sənəti. Məsələn, o günləri bir toy var idi, tədbir var idi. Bizim bu son döyüşlərdə olan qazimizin birinin toyu idi. Bir yaxın dostumuzun da həm qohumu idi. Çox yaxın adamlar idi. Mənə toyu mən apardım başlamaya. Orada meyxanaya söz veriləndə daha o qədər insan var idi ki, hamı
gördüm təkidlə deyir ki, sən də bir iki kəlmə. Bir-iki bənd meyxana dedim mən orada. Allah təkəbbürə yazmasın. O qədər meydan maraqlıdır. Bəlkə bir 11 dənə meyxana deyən var idi. Ruslan, Gebay, hamısı orada idi. Ruslan da mikrofonla deyir ki, getmə də, gəl bura. Getmə, gəl bura. Yəni, yaxşı mənada. Meydanı qızışdırmaq yaxşı sözlə də olur, mehribansılıqla da olur. Adam bir-birinə sözlə, söz atanda da, söz deyəndə də çalışmaq lazımdır səmimiyyəti, mehribansılığı qoruyaq. Hə, yoxsa ki, məsələn, 1900-ci ildə falan şey olub, o keçmişdə qaldı da. Sabaha gələcəyə baxmaq. Yəni bunlara fikir verdinmi sən? Yəni mənim gözümdən qaçmadı. Yəni mən gördüm və bir insan kimi mənim nəyə xoşuma gəlmədi? Ələkbər Yasamalının bugün bu səhnədə ehtiyacımız var elə bir meyxanaçılar. Çünki Ələkbər Vüqargildən sonra gəlsə də onu bir sözü mənim şey yadıma qalır ki, mənim ustadım heç kim olmayıb. Amma Ağakərim mən toyda oturanda, bir qafiyə deyəndə, başını belə eləyəndə, bütün toyxana mənə əl çalanda, mən elə bildim o dünyanı mənə verir. Yəni ustaddan dəstək görüb. Bugün Ələkbərin yadına 15 il, 20 il bundan qabaq gələn bir şeyi kişi məclisində üzünə vurmaq və onun ən azından baxmada bilir axı bu olub da. Küstürmək idi bu sənətdə. Necə ki, qadınlar olur. O videolara baxdım. Mən heç Ələkbər də maşallah, məsələn... O qalmaz sözündən təbii ki. Qalmadı, hə, elə sözün dediyi, cavabını verdi. Axırda da gördüm, bir bənddə dedi, qoydu mikrofonu çəkildi qırağa ki, sağ olun da. Yəni Ələkbər də indinin Ələkbəridir. Ələkbər də illərin verib bu sənətə. Ələkbəri də sevən bir kütlə var. Amma baxdım o videoların çoxu çıxdı mənim qabağıma, tək Ələkbər. Sən də xoşuma gəlmədi yəni. Və başqaları ilə bağlı. Orada misal üçün cavanlar var idi ki, 15 ildir məndən nə bilim kəsir, nə bilim nə. Mən elə başa düşdüm ki, bildilər ki, bu toy, babanın toyu çox paylaşılacaq. Efirdə deyə bilmədiyi sözləri orada içindən çıxartdılar o kini, küdrəti, bir-birinə. O qızlar olur, çıxar efirə indi, bugün deyirlər qadağa var da misal üçün də. Efirə çıxanlar o qadağada güy olanlar, qadağa da rəsmi yox. Onlara söz atırlar. Ay, amma mən efirdəyim, sən efirdə döyürsən. Amma istəsələr, yəni baba bizim əzizimizdir, babanın xətrinə, babanın hörmətinə istəsələr, daha da səliqəli eləmək olardı o meynada. Olardı. Ziyema, eyni şey bugün bu camiada da baş verir. Bəzən bilinmədən insanlar bir-birinə söz deyirlər. Bilirəm ki, sizdən qabaqki verişimizin qonağı Şəbnəm Tozlu idi. Və Vəfa Şərifovanın konsertində bu qalmaqal çıxdı. Amma mən 25 ildir bu camiadayım. 2001-ci ilin əvvəlindən gəlmişəm. 10 il televiziya sayəsində olmuşam. 15 il prodüser olmuşam. Bu musiqiçiləri, burada olan virtuoz ifaçıları mən hamı ilə görmüşəm. Eltonla da görmüşəm. Yeri gələndə hamı ilə görmüşəm də. Musiqiçilər elə adamdır ki, mən bunu özüm başa düşürəm. Əgər mən bu musiqiçiləri mənimsəyirəmsə, mən ayda götürürəm bunlara, hərəsinə 5000 verirəm, deyirəm ki, toy oldu, olmadı, otur mənim yanımda. Amma yox, mənim ayda 10 dənə toyum varsa, 20 gün bunlar evdə boş otur, bunlar çörək pulu qazanmalıdır. Bunlar müğənni kimi yarım saat gedib 4000, 5000 almırlar da. Və mən əgər öz ansamblıma dəstək oluramsa, deyirəm, bu mənimdirsə, bunların mən hər ay pulunu verməliyəm. Necə ki, məsəl üçün də işdə, devlət işində bayram da olanda insanlar pulunu alır. Amma siz 2 ay orucluqda olanda biriniz o musiqiçinin qapısını döymürsünüz ki, sənin pulun var, sənin uşaqların acdır, aparaturşik pulun var, benzinin var. Yalnız toy olanda yadınıza düşür. Düzdürmü Zeynep? Və Şəbnəmin sözü ki, əslində mənə Şəbnəm dedi ki, mən onu səhv, məsələn, meyxanada o yoxdur, o Rəşadın videoları tez-tez qabağıma çıxır, deyir ki, bir dəqiqə dayanın, mən harada təkrar elədim, balaylı da orada əsəbləşirik. Yəni, elə meyxanaçı var ki, o futbol fanatı kimi olur da, dəlidir. Deyir, burada təkrardır, olmaz demək. İnsan da robot deyil ki, deyir də, insandır da, yadımlar çıxdı da, misal üçün. Zeynep, bu sənin çox acıqva gəldi və Şəbnəmin o sözü sənin çox xətrivə deyir ki, mən ötürmüşəm. Və hətta mən sənin danışığını çox əsəbi idin. Nə baş verir? Bu musiqiçilər vəfada ola bilməzmi? Ya da ki, vəfadan yox, başqa, sabah Kəmalə Günəşli də onlar istədiyi pulu versələr, misal üçün. Gedirlər 10 manat, 20 manat ver, mən gedim, onlar gedəcək. Çünki onlar balalarına çörək pulu aparırlar. Onlar pul qazanırlar. Onlar, əzizim Tolik, öncə Şəbnəm xanımı salamlayıram. Təbii ki, Şəbnəm xanımla bərabər illərdir ki, Kamran, Emin, Alim, bunlar üçü üç şəkildə, yəni bunlar hər zaman bərabər. Öncə Kamran, Alim, sonra Emin Nəbiyev, mənim bədii rəhbərim, ansamblımın bədii rəhbəri, bərabər çalışdıqları məqamlar olub. Bəli, Şəbnəmin ilk dəfə
bu sənətə camiyə gələndə ilk dəfə yanında olan insanlardan olublar, hər üçü. Amma Şəbnəm orada bir səhv etdi ki, birinci musiqiçi əşya deyil, kim kiməsə ötürə, bu bir. İkincisi, musiqiçi bugünkü əgər bizim arxamızda belə professional musiqiçilər varsa, onları kimsə kiməsə ötürə bilməz. Çünki maşallah olsun, hər biri özünə məxsus Azərbaycan incəsənətinə xidmət eləyən musiqiçilərdir. Və bildirim ki, Emin Nəbiyev, Allah rəhmət eləsin, Zahid Sabirabadlı ilə çalışanda, Eldəniz Məmmədovla çalışanda, Meydan Əskərovla çalışanda, o zaman heç mənlə də çalışmırdılar. Amma mən Kamranı illər öncədən tanıyıram. Yəni 2004-cü, 2003-cü illərdən söhbət edirəm. Yəni bilirsiniz nətərdir? Ansambl, baxın, Nuri bəyin ansamblı necədir? Bir ansamblın adı olur da, düzdürmü? Nur instrumental ansambl. Bəli. Digər Zamiq dostumuzun, digər Gülay xanımın ansamblı, digər fərqi yoxdur da. Amma orada da musiqiçilər dəyişir axı. Mən eyni musiqi görmüşəm orada. Dəyişə bilər. Baxın, Şəbnəm xanımda ansambl olub, bəli. Heç vaxt bunu danmaq olmaz. Çünki hər zaman çalışan uşaqlardır, yəni musiqiçilərimiz hər zaman onlarla bərabər olub. Amma bizim Emin, Kamran, Alim, bizim bir başqa bir doğmalığımız var ki, biz ta bu pandemiya ərəfəsində Rusiyanın bütün vilayətlərini bərabər şəkildə, eyni evdə qalaraq, bərabər şəkildə bir çörək qazanmışıq. Mənim bugün sənətdə, məsələn, elə insanlar var ki, xoşlamadığım insanlardır, amma mən Eminə deyə bilmərəm, Eminə qadağa qoya bilmərəm ki, sən gedib ondan çalışma və yaxud ondan işləmə və yaxud sən gedib filan kəslə işləmə. Çünki Emin bir musiqiçidir, Emin bir ailə sahibidir, Emin bir Azərbaycanın mən bir şey anlamadım. Adamdır. Gəl konkret danışaq. Yəni ki, Şəbnəm xanım səhv danışdı. Mən onun özünə konkret niyə deyək? Şəbnəm səhv danışdı başa. Yəni Vəfa konsert verə bilməzmi yəni ki? Niyə verə bilmir? Amma hər kəs yəni bu nə deməkdir ki, Emindir, virtuoz musiqiçidir, küvə eləyib ona. Bəli, də burada nə pis var ki? O gün bir adı musiqiçi də mənə Pünhan İsmailli, Pünhan Piriyev, üzr istəyirəm. Pünhan Piriyevin nişanı olacaq. Eminə ansamblan Eminə deyib. Burada nə var ki? Pünhan, Eminə niyə ansamblan toy deyirsən? Bu düzgün yəni mövqe deyil axı. Yəni insan danışanda sözün əvvəli ilə axırını gətirə bilirsə, o sözü o zaman danışmalı və söz çıxdısa ağızdan, o sənin sözün deyil. Artıq o bütün cəmiyyətdə yayılır. Sən deyirsən ki, Zemfira xanıma ötürmüşəm. Birinci, Zemfira xanım cılız bir ifaçı deyil. Zemfira xanım lazım olan muğamları, musiqiləri, nəğmələri ötürə bilər ki, sizlər ifa eləyəsiniz. Zemfira xanım Alim Qasımov görüb, Canali Əkbərov görüb, Arif Babayev görüb. Yəni bir çox sənətkarların mən dərslərini almışam və mən musiqinin dərinliklərindən belə gedib gələn bir insanam. Yəni mənə heç kim heç nəyə ötürə bilməz. Mən onu əfv elədim. Niyə? Çünki bizim bir səmimiyyətimiz var aramızda. Küsməmişsiniz ki? Yox, küsməmiş. Sadəcə olaraq mən onun söylədim ki, deyir, orada mən sözümü Mika ilə Vəfaya deyirəm. Amma orada Mika-lıq, Vəfalıq bir mövzu yoxdur. Nə deyib orada Mika ilə Vəfaya? Yəni ki, deyir, mən onlara deyirəm ki, mənim musiqiçilərimi aparsınız. Yəni sənin... Axı bu Şəbnəmin musiqiçiləri deyil. Bax, Şəbnəm mənim dostumdur, əzizimdir. Özləri də buradadılar. Bəyəm, Vəfa olmasaydı, boş idilər həmən vaxtı gelib pulun qazanıblar da. Mən onun özünə də dedim, mən və yaxud məndən sonra gələn insanlar üçün Emin, yəni Emin mənim dostum ola bilər, Emin mənim bədii rəhbərim ola bilər, musiqi baxımından, orkestrimin bədii rəhbəri ola bilər. Amma mən Eminə heç bir şeyi qadağan eləyə bilmərəm, Emin əşya deyil. Yəni mən ona deyim ki, yəni onun sözündən elə çıxdı ki, mənə aid olanları kimlərsə aparır, yəni musiqiçi. Bugün məndən də sonra gedib, Zemfira ilə Eminin işbirliyi ayrıla bilər. Zemfira ilə Emin ayrıla bilər. Emin 1000 dənə müğənni ilə işləyə bilər. Bu anlaşılmazlıqdır da. Yəni əsas odur ki, sizin aranızda bir küskünlük yoxdur ki. Sadəcə olaraq mən onu başa saldım ki, yaxşı mənada. Yəni sənin danışığın bir çox insanlar tərəfindən, çünki sən mənim dostumsan, sən mənə yaxın olan insansan və sənin elə çıxış, hər səfərdə, o keçən səfərdə sizin verilişinizdə demişdi ki, Zemfira məndən sonra aparıb filan musiqiçiləri. Yox, sən Zemfiradan sonra apara bilərsən. Yəni Zemfira səndən sonra deyiləsi. Gəl bir söz danışaq. Dostsuz ikisizdə, ikisi hər kim çatır deyim. Bu sənətdə musiqinin təsirini Şəbnəm məncə təhsil almayıb da, musiqi təhsili. Təhsili yoxdur. Yoxdur, amma sənin var. Yox, amma mən ona hər zaman deyirəm. Zilxandır Şəbnəm bildiyimə görə. Mən ona hər zaman deyirəm. Şəbnəm Tovuzlu istəsə, Azərbaycan musiqisini elə gözəl bir şəkildə, məsələn, xalq mahnılarından və muğamlardan söhbət gedir. Bəli. Zaten bu janrı gözəl ifa eləyir və onun bir sevən kütləsi var. Bəli. Amma ki, yəni istəsə, çoxundan
bunu and içərək deyirəm ki, çoxundan yaxşı Bəs ifa niyə edir. Şəbnəmin, bax dost kimi səndən soruşuram da, indi Orxana bu adiyyəti yoxdur çünki niyə Şəbnəm bu günləri Sadəcə tərəf Şəbnəm- müqabili vəfadan başqa adam tapmır bu Sadəcə davaya? Şəbnəm Çünki bax sözünü- bir ara sənə eləməz bunu, sənə düzün deyim. Çünki mən şəxsən səmimi deyəcəm verilişin Bəli, adı. bəli. Mən elə gəlir ki, Şəbnəm səndən çəkinir. Bax düzün deyəcəm. Niyə? Mən bunu harda gördüm? Siz eyni mahnını oxudunuz və sən gecə ilə oxudun və sən şərt qoydun ki, biz gələcək eyni verilişdə ikimiz də o mahnını oxuyacağıq. Baxmayaraq ki, düzün deyim, Şəbnəm o üstə əziyyət çəkmişdi, klip çəkdirilmiş, sən bütün problem, yəni mənə heç kim qadağa qoya bilməzdi Bəli, dündə bu bəli, mahnıya. bəli. Və mənə Allah elə gəlir rəhmət eləsin, sənin Xəyyamın yerə, repertuarına, bəli. sənin yerə X müğənni olsaydı, Şəbnəm necə ki Vəfanın mahnısını sildirdi YouTube-dan, necə ki bugünəcən Cənnətimsən YouTube-da yoxdur misal üçün də. Mən elə gəlir ki, Şəbnəm bunu sənə edə bilməz. Niyə edə bilməz? Çünki Sənlə bizim axı o qədər də yaxın Yox, deyilsiniz. dostluğumuz Sən Gülay illər- qədər yaxınsan Yox, Şəbnəmə. Gülay qədər deyil, amma illər öncə yenə də Şəbnəm xanımdan, yəni Şəbnəm elə bir insandır ki, yəni mən onu doğum günümə ilk dəfə Niyel Şadlıq Sarayında doğum gün eləmişdim. Harca bir 15 il bundan qabaq. O ilk dəfə özü istəyərək gəlmişdi mənim doğum günümə və biz oradan tanış olmuşuq Şəbnəm Yəni sən xanımla. dəvət eləməmişdin, özü Özü gəlmişdi. mənə yazmışdı ki, mən gəlmək istəyirəm də, yəni sizin doğum gününüzə. Yəni o zaman artıq mən bir neçə layihələrdə iştirak eləmişdim deyə məni tanıyırdılar. Sən xalq ulduzundan çıxmısan da, Yeni Eldənizlisən sən. Bəli. Amma yəni Şəbnəmin ürəyində heç nə yoxdur. Sadəcə olaraq cümlənin əvvəli ilə axırını düzgün şəkildə ifadə eləyə bilmir. Bu da onun bir növ belə deyim ki, həm ya əsəbindəndirmi irəli gəlir, ya ümumi danışığının bir məğzi yoxdur da. Yəni bilirsiniz necə insanın bir danışığının sonu olar, əvvəli olar. Bu insan danışdı və düşünmədi ki, bu Zemfiranın qəlbinə dəyə bilər, toxuna bilər. Amma dəydi qəlbimə. Axı Bu mən belə danışırsan Zemfirandan gördüm. danışıram. Mən Mikadan danışmıram, Vəfadan da, Zemfiradan danışıram. Yəni bu hər dəfə bunu vurğulayaraq bunu demək lazım deyil. Yəni heç bir musiqiçi heç kimlə əbədi bu dünyanın axırına kimi getməyəcək. Orxan, bax heç bir musiqiçi deyil əbədi olaraq heç kimlə Bəli, dostluq etmək məcburiyyətində deyil. Bu gün meyxanada bu günləri demək olar ki, bir çox meyxanaçılar televiziyaya dəvət olunmurlar. Amma rəsmi siyahıda yazıq o deyil Qaragün Bakılılar demək Balalinin adını gördüm. Balalinin adı var idi, doğru səhv etmirəm. Balali də ki, ümumiyyətcə qalmaqal eləməyib də deyib, məsələn, maşının var, nə bilim, nəsə deyib, sənin adın ümumiyyətcə yox idi orada, heç ondan danışmayaqdı, çünki sən o statusu keçmirsən, bilirsən, televiziyalar bu günləri burada oturan bir çox müğənnilər şikayət edirlər ki, vaxtı ikən elə sən Orxana da, Zemfiraya da, reytingi verən hər kəsə yalvararaq, nə olar, səhər dur gəl mənim efirimə deyən aparıcılar bugün efirdə varlar, amma bugün elə bir olan yadlarına düşmürsünüz. Nə baş verir? Yox, valla nə bilim, mən yadlarına düşsəm də, düşməsəm də sağ olsunlar, heç mənim halım yoxdur. Yox, ümumiyyətcə deyirəm bunu, Orxan, ümumiyyətcə. Güclə durğuzuruq, bir də hərdən verilişlərə düşürük. Mən dünən Zeymiyə söz vermişdim, sizə söz vermişdim ki, falan saatda burada olacam. 4 dənə budinik qurmuşdum ki, birdən dostlarım məndən küsər. Allah təşəbbürə yazmasın, o pis mənada anlaşılmaz. Yorulursan, bəli. Yəni, bu Zemfirə xanımla razılaşan, biz bütün günü yolda, orada, burada yorğunçuluq olur. Amma olanda da həmişə məsuliyyətlə yanaşmışıq işimizə. İndi bu gün bilmirəm, nə çaxnaşmadırsa bilmirəm, amma o çaxnaşmalardan sonra hansı efirlərə, hansı veşə dəvət ediblər, vallahi sevə-sevə gedib oturmuşam, həmişəki kimi iştirak eləmişəm. Kasımlı olandan bir işdən şeir demişəm, bir işdən oxumuşam, çıxmışam. Yəni, mənim bir problemim yoxdur heç kim. Yox, mən bilirəm sənin o siyahıda adın da yoxdur. Ümumiyyətcə, Orxan, səncə bu qadağalar meyxanaya daha da meydan verməməlidirlərmi? Çünki bax, bugünə qədər ictimai televiziyada, bir çox verilişlərdə meyxanadan söhbətlər gedirsə, bugün axı meyxanada sənin kimi və bir çox meyxanaçılar var ki, onlar gənclərə örnək ola bilərlər, istər əxlaqla, istər bili ilə. Çünki siz qəzəldə oxuyursunuz, kitabda oxuyursunuz, sizin beyniniz hazır bir kitabxanadır da, başa düşdün. İndi bir-iki nəfər ola bilər pis xasiyyəti olub, meşə çaqqalsız olmur da, burada rahat danışmaq olur. Amma niyə bugün yaxşı? Onlar pis idilər, onlar çıxırdılar, ailə problemlərindən danışırdılar, ərlərindən danışırdılar. Axı meyxanaçılar bunu eləməyiblər. Bəs mən də onu deyirəm də. Mən bir şey dediyim sizə, bu düzdür, o işdən məşğul olan mütəxəssislər var, o sahəni bilən insanlar var. Biraz elə bil, mənə elə gəlir, bəlkə siz də mənimlə razılaşarsınız.
Biraz elə bil bu qadağalardan sonra o qadağa olunan sənət adamları bir kənara, Bəli. bu biri sənət adamları da efirə çıxandan sonra biraz elə bil bilmirəm bu həyəcandandır, bilmirəm birdən mənə də qadağa qoyarlar ondandır. Yəni nədəndirsə biraz elə bil səmimiyyət İtib. itib. Elə bil o Yerində oturmurlar. rəsmiyyət o qədər çoxalıb ki, yəni mənə elə gəlir ki, o qadağalar ona təsir eləməli deyil, əksinə. Yəni ki, hər şey qaydasında olandan sonra, qanacaqla, qabiliyyətlə danışandan sonra, hər şeyin yerin biləndən sonra elə səmimi olmaq hamısından gözəldir. Bax, Akşin Fatih burada dedi ki, bu günləri efirlər maraqsız olub. Sən nə düşünürsən bir tamaşaçı kimi? Çünki sən hər gün səhər durub efirlərə baxmırsan, amma bu günləri misal üçün maraqlı olub bəzi şeylər maraqsız olub. Misal üçün də dediyim kimi bəzi müğənnilər var, mən bilirəm, efirə çıxırlar və aparıcıya deyirlər ki, mən bəstəkar mahnıları oxuyacağam. Yəni bu adam ara mahnıları ilə sevilib də, efirdə olub. Bu indi özün dəyişmək istəyir, amma alınmır bu anda. Oxuduğum mahnılar bir kənara. Mən neçə dənə verilişdə iştirak edim, gördüm. Məsələn, qalıqsuq taxmayan qalıqsuq taxır. Məsələn. Doğrudan. Qısa giyinən uzun giyinir. Qəribələşmişik. Yəni bu Yox, bunu elə əvvəldən eləyərdiniz. bu şey insanın içindən gəlməlidir. Məsələn, mən Bunu məcburi niyə mən edirsən? heç vaxt məsələn o Allah hamının ailəsini qorusun. İndi söhbət kişilərdən gedir. Kişilər məsələn üstü, başı, əyni, başı həmişə o evdə bilinir ki, xanımın səlqəsindən bilinir. Mən heç vaxt məsələn heç bir efirə, heç bir verilişə gedəndə məndən qabaq o heç evdə razı olmazlar ki, şalvarım əzik olsun, pencəyim qırış olsun. Amma yəni bu həmişə belə olmalıdır. Yəni bu gün qadağa var deyənə mən qalıqsuq taxım, babıçka taxım, yox. Elə səliqəmiz, səhmanımız, çünki bizi milyonlar izləyir, xalqımız izləyir, xalqın qabağına çıxırsan. Yaşlı adamların belə bir deyimi var ya, Allah bütün valideynlərə ömür versin, ölənlərə rəhm etsin. Mən həmişə atamın sözüdür o. Həmişə qulağımda sırğı olub, 20 il bundan qabaq. Hasan mən televiziyaya getmişəm, uşaq vaxtında verilişə getmişəm, deyib bala, xalqın qabağı, millətin qabağına çıxırsınız. Biraz səliqəli olun. Bu yəni əzəldən belə olmalı idi. Bu günləri valla mən neçə veriliş oldu. Dəqiq, konkret ad deməyəcəm. Demə. Amma gördüm ki, məsələn, dünənə qədər belə o rahatçılıqla efirə gələn adam bu qalıqsuq taxır məsələn. Gözləyir ki, aparıcı danışsın, sonra bu danışsın. Sözün kəsmir onun. Bu qadağa mövzuları düşən kimi heç kim heç nə danışmır ki, bir də mənə deyərəm, mən də düşərəm o siyahıya. Yəni biraz elə bil o nöqteyi nəzərdən deyirəm ki, səmimiyyət azalıb, rəsmiyyət çoxalıb. Bir şeydə çox olanda aşırı çox səmimi olmur onda. Yaxşı görsənmir. Yaxşı görünmür də, elə bil ki. Amma indi mən düşünürəm ki, bax bizim virtuoz musiqiçilərimiz burdadır. Bəli. Hələ ki sizdən bir canlı ifa alaq. Bu ilkdir. Səmiminin ilk efiridir ki, burada Zema ilə Orxan canlı ifalar eləyəcəklər. Bu da sizə məncə çox xoş olacaq. Təşəkkür edirəm Emin Nəbiyevə, Emin doğrudan da illərin sənətkarıdır. Emini durub bölüşdürmək bu yaxşı şey deyil. Çünki hər zaman mənlə bərabərdirlər. Hər zaman hər bir qazancımızı da eyni şəkildə bir evimizə belə deyir, hərəmiz öz ailəmiz üçün qazanırıq ruzumuzu. Allah bütün musiqiçilərə ruzu yetirsin. Allah bütün müğənnilərə ruzu yetirsin ki, yaxşı sözlərdə danışsınlar. Onda götürün mikrofonları. İndi nə ifa edəcəksiniz? Buyurun. Atlar insan yüzüne bakmak istemez yaşım o kadar azalmış Allah. O zaman hemen git radyoyu aç, bir şarkı tut ya da bir kitap oku, mutlaka iyi geliyor. Ya
bilmezdi çekse mən qədər. Əlimdə ixtiyar olsaydı əgər, o acı keçmişi silib gedərdim. Gənc ikən dostlarım yığışardılar, həsrətin odundan alışardılar, Leylidən, Məcnundan danışardılar. Boş şeydi deyərdim, gülüb gedərdim. Gözlərim yumuldu, ürək yatmadı. Gəncliyim tələsdi, əlim tutmadı. Səni tək qoymağa gücüm çatmadı. Yoxsa mən indiyə ölüb gedər. Sevilən çağımda, sevən dəmimdə, həm mənim sevincim, həm həsrətimsən. Aləmlər içində, öz aləmində, sən mənim bir aləm məhəbbətimsən. Sen özümsün, sen sözümsün, iki gözümsün sen. Sen nefesim, sen hevesim, sen hasretimsin. Ayrılamam, sana kıyamam, sana dayanamam ben. Ben Mecnun'um, ben mecburum, tutkunum sana. Ayrılamam, sana kıyamam, sana dayanamam ben. Ben Mecnun'um, ben mecburum, tutkunum sana. Axır bir qərara gəlmək istədim. Kədərli keçmişi silmək istədim. Kim nədən gəlmişdi, kim nədən getdi? Cavabsız suallar məni dəng etdi. Gəncliyim əlvida demədən getdi. Nə qədər əllərin sıxdım, olmadı. Kiminin qəlbinə yol ola bildim, kiminin cibində pul ola bildim. Nə qul tək Allaha qul ola bildim, nə canım uzandır, nə ürək. Verdiyim qəmlərə dözdü hey ürək. Hamının dağına çatdım ey ürək. Bağışla, bağışla bir sənə vaxtım olmadı. Cəhd etdim, çalışdım, vaxtım olmadı. Sevdim ki seni ben yar. Ey bana hamdar olan hey sevdim ki kalbimde kalbimde gam, gözümde yaş, gözümde yaş olan sana yar. Sevmirdim ki kalbimde kalbimde gam, gözümde yaş, gözümde yaş olan sana yar. Bir şiir yazdım ki fikrimi dağıdım. Bir şiir yazdım ki fikrimi dağıdım. Qəm dolan ürəkdən yağış tək yağdım. Mən eşqə düşəndə cavan uşaqdım. Bilmirdim gözümün kör olduğunu. Yıxılıb yıxılıb dikəldim yenə. İnsan Allahına gərək güvənə.
saxtakar dostlarım öyrətdi mənə bu geniş dünyanın dar olduğunu. Məcnunun səhrada keçən çağları mənə də öyrətdi olacaqları. Demə Fərhad hədər çapıb dağları. Bildim ki Fərhad hədər çapıb dağları, görəndə dağların qar olduğunu. Gözyaşım ovcuma süzülən gecə, qürurum incinib əzilən gecə, ümidim hər yerdən üzülən gecə, anladım Allah'ın var olduğunu. Anladım Allah'ın var olduğunu. Atıp gittin sen beni, gönül hem de bildin. Sensiz yaşayabilmem, odlara saldın beni. Atıp gittin sen beni, gönül hem de bildin. Sensiz yaşayabilmem, odlara sardı beni. Biri bugün, biri dünən. Biri bələk, biri kəfən. Körpəlikdən bugünəcən gələ-gələ ayrılırıq. Gah qış olur, gah da ki yaz. Gah isti, gah şaxta ayaz. Ömürdür də biraz silə-silə ayrılırıq. Azdır ömrün miqdarı da, tən ortada, tən yarıda, itiririk dostları da, ölə-ölə ayrılırıq. Gülür eşki ayaqlayır, qəzəb bizi qabaqlayır, ürəyimiz qan ağlayır, gülə-gülə ayrılırıq. Bu gözlər necə birləşir, səadətim fikirləşib, bir gün o gözlərdən düşüb, gilə-gilə ayrılırıq. Neçə xoş gün verdin mənə, neçə xoş gün verdin mənə, minnət qoydum dənə-dənə, səni qınamıram, sənə çatmır hələ ayrılırıq. Xəyallarda sevişərik, xəyallarda sevişərik, qocalarıq, dəyişərik, qiyamətdə görüşərik, elə belə ayrılırıq. Qiyamətdə görüşərik, elə belə ayrılırıq. Vay vay vay. Dilekçinin ülkümüzün sərvəri sultanı ana, sənin uğrunda fəda eləyərik canı ana. Ana bir zat-ı müqəddəsdir, mələk xislətdir, qədəmi ilə bəziyər cənnət-i rizvanı ana. Gəlsə dünya üzünə hər nə qədər nazlı mələk, atılan dırnağının min biri qurbanı ana. Mənim uğrumda ağartdın saçının qarələrin, mənim uğrumda ağartdın saçının qarələrin,
Qurban ax tellərinə ömrümün hər anı ana. Sənə bu şeir vüqar yazdı kiçik tövbə kimi. Ey ömür baxşamın ən ətrili reyhanı ana. Ey ömür baxşamın ən ətrili reyhanı ana. Sədəfim yaqutun incimləli gövhərim ana. Sədəfim yaqutun incimləli gövhərim ana. Nəfəsim təndə canıyım, cismi də cövhərim ana. Hayal saçlım al bir çayım, doğru yolu gösterenim. Al saçlım al bir çayım, doğru yolu gösterenim. Gümalım memleketim, darda ümit yerim ana. Geceler yatmamışsan nur yedir gözlerini. Hay geceler ayalar yatmamışsan nur yedir gözlerini. Nurlu çehremde görür cenneti gözlerim ana. Deyirlər vallah balaya baldı sana kurban ederim. Deyirlər ana balaya baldı sana kurban ederim. Mənə bağdan da şirin şəkərim şərbətim anam anam Ne diyeyim, ne üresin? Neçe meyhana diyeyim. Yalan deme. Haşandı dostlar darıxıb sözüm üçün. Haşandı dostlar darıxıb sözüm üçün. Zevkireyla bir yerde bizim üçün. Valideynler eynidir bizim üçün. Valideynler eynidir bizim üçün. Ata bizim yanan çırağımızdı. Anası arkamızdı dayağımızdı. Ata bizim yanan çırağımızdı. Anası arkamızdı dayağımızdı. Her evladın adımları metindir. Beni yaşadan ey ana məhəbbətindir. Sizsiz hayatın her anı çətindir. Sizsiz hayatın her anı çətindir. Yokluğunuz ağır sınağımızdır. Yok olmağınız ağır sınağımızdır. Ana bizim yanan çırağımızdır. Atası arkamızdı dayağımızdır. Analarım paçdır arzu dilekleri. Ataların Allah olsun köməkləri. Qocaldıqca kövrəlir ürəkləri. Elə bilirik onlar uşağımızdır. Elə bilirik onlar uşağımızdır. Ana bizim yanan çırağımızdır. Atası arkamızdı dayağımızdır.
Ceyma, Acaba. birincisi sən həmişə öz sənətinə dəyər vermirsən. Orxan da elə. Bilirsiniz, siz əgər bu günləri özünüzə hörmət qoymazsınız, Bəli. kənardan hörmət gözləmək lazım deyil. Onsuz da yaxşıya bir pis deyən tapılacaq. Amma o bir pis deyən, 5 pis deyən, 1000 pis deyənə görə milyonlarla sevgini itirmək olmaz. Siz hər ikisiniz də valideynlərinizə başucalığı gətirən evladlar olmusunuz. Kasıb olmaq ayıb deyil. Bax, hər birimiz kasıb ailədən. Sən görmürsənmi ki, hansısa bir dünya çempionu, idmançı varlı bir ailədən çıxsın? Heç vaxt. Çünki niyə? Çünki idmançılar hər zaman kasıb ailədən çıxırlar. Onlar oxunmuş ailə olsalar da orta təbəqəli olurlar da. Onlar arzularında bir Allahdan bir istəkləri olur ki, getsinlər, qızıl medal qazansınlar, onlara dövlət başçısı ev versin, ailələrini xoş gününə çıxartsınlar. Müğənni də Allahın verdiyi bir istedaddır, meyxana da elədir. Bəli. Mən Balayəlini buradan salamlayıram. Balayəlinin atası efirə zəng vuranda Balayəli ayağa durdu. Dedi, mən bu kişinin oğluyam. Ümumiyyətcə, bu tərbiyə göstərişidir. Bəziləri var, amma çıxırlar bugün efirlərdə ya da qıraqda yalandan anam deyib ağlayırlar. Atam deyirlər, amma heç atalarını ziyarət edəmirlər. Amma Zeyma əziyyət görən bir uşaq olub da. Zeyma mənə dünən bu sözü deyəndə mən dedim ki, mən bu Zeymaya bu sualı buradan verəcəyim. Mən bundan danışmışsan, efirdə danışmamısan. Çünki sizin elə bir vaxtınız olub ki, həm də sən tum satmışsan vaxtında. Bəli. Və bundan heç vaxt utanmamısan. Niyə Bax, utanam? bugün sənin 2 gözəl evladın var. Bəli. Sənin həyat yoldaşın, anarı tanıyırıq biz. Ana sənin ən yaralı yerində. Axırıncı videoda gördüm, rayona gedəndə mamanın qəbrini ziyarət eləmişsən, onu əllərinlə. Yəni bu göstəriş deyil, bu əslində təbliğatdır. Bugün İbrahim səni də keçib boyda. Maşallah. Boyu, maşallah. Orxanın da oğlu ilk dəfə bizim efirə gələndə mən Xəzərdə veriş aparırdım. Əlində bir kaşloku var idi, pullarını ona yığırdı. Orxan, onda əmləri də onu balaca idi. İndi maşallah deyir, 17-18 yaşı var. Bəli. Maşallah gələcəyin əskəridir inşallah. İnşallah. Universiteti bitirəndən sonra əskər gedəcək. Necə ki, İbo da belədir. İnşallah. Zeyma, bugün ana deyiləndə sənə də, mənə də, hamımıza indi dünyada olanlara Allah can sağlığı versin, dünyadan köçənlərə rəhmət eləsin. Sən anan kimi anasan mı evladlar var? Bax, sualım odur ki, sən onun kimi anasan mı evladlar var? Çünki sənin bugün yoldaşın da işləyir, pul qazanırsınız, qa deyəndə qa verirsiniz, qu deyəndə qu verirsiniz. Sən öz anan kimi ana ola bilirsənmi evladlar var? Mən ümumiyyətlə Allah bütün valideynlərə, dünyadan köçənlərə rəhmət eləsin, qalanlara can sağlığı. Çünki valideyn elə bir duyğudur, elə bir hissdir ki, onu heç nə ilə, nə pulla, nə varla, nə malla, nə dövlətlə, heç nə ilə əvəz eləyə bilməzsən. Yəni, mənim anam o qədər tək başına mücadilə eləyib həyatda. Yəni, həyatda tutunmaq üçün, bizi bir yerə gətirib çıxartmaq üçün. Təbii ki, mən əgər onun övladıyamsa, mən düşünürəm ki, bəzən deyirlər ki, biz 3 övladıq ailədə. Digər bacım, qardaşım mənim qədər, məsələn, zəhmət xərcləmirlər, belə deyim də, zəhmət çəkmirlər. Niyə? Çünki həmişə deyirlər ki, anama Zeyma oxşayıb. Çünki mən anam qədər, çünki gözümü açandan onu zəhmətdə görmüşəm. Söz yox, mənim digər bacım, qardaşım da görüb, amma nədirsə bir Allahın bu mənə göndərdiyi bir belə deyim, həyatdır və Allahdan o qədər razıyam, şükür edirəm ki, mənim anam məhz ceyran olub və o zəhmətləri, o əziyyətləri mən görmüşəm ki, bugün hər bir şeyimin dəyərini bilirəm, hər bir əziyyətimin dəyərini bilirəm. Övladlarıma çalışıram ki, anam qədər olmasam da gözəl ana olum, bacıma, qardaşıma gözəl bacı, qardaş, yəni bacı olum onlar üçün. Təbii ki, mən anamın qızıyamsa, o zəhməti, o əziyyəti görən bir balaca qız bugün də onun yolunun davamçısıdır. Mən həmişə də anama söz Zeyma, vermişdim. heç neçə ildir mama dünyasını dəyişib? 5. Neçə dəfə yuxuda görmüşsən o? Məsələn ki, mən atamı bir dəfə görmüşəm yuxumda. O da ki, sən ad dedin, yadıma düşdü. Mənim analığım atamın 20 ildən artıq ömür gün yoldaşının adı Ceyran idi. Tərtərli qızı idi. Mən nəsə biraz küskün olmuşdum. Allah rəhmət eləsin ona. Haqqını mənə halal eləsin. Mən haqqımı ona halal edirəm. Mən onun qəbir daşını atamla eyni yerdə bastırmışam. Atamdan 6 ay sonra o dünyasını dəyişdi. Sağlam adam idi. Mən onun qəbir daşını düzəltdirmirdim. Və atam mənim yuxuma girdi, mənimlə danışmırdı. Baxırdı mənə, torpağı sana yaşasın Orxan.
Dedim, nədir baxırsan mənə? Ceylanı da apardın yanıma, Fatiməni tək qoydum, mən belə şey danışmadım. Mən onda ayan oldu. Mən səhər həmən günü bacıma zəng vurdum. Fatimə bacım dedi ki, mən qəbr üstündən gəlirəm. Dedim, niyə? Dedi, bugün anamın ad gündür. İndi olan hansıdır? Mənim analığımdır. Mən onda başa düşdüm ki, atam məndən inciyib ki, niyə mənim həyat yoldaşımın üstü açıq qalıbdır? Yəni, qəbir daşı qoyulmayıb. Bir dəfə atamı görmüşəm. Artıq atam 5 ildən artıqdır dünyasını dəyişib. Görmüsən mi ana bu yuxuda? Təbii ki, çox tez-tez görmürəm. Amma gördüyüm məqamlarda da ona agah olan bir şeyləri bilirəm ki, ona agah olub. Nə agah olur ona? Bəzən olur da insanıq, həmişə həyatımız gözəl keçmir, həmişə şahanəli keçmir. Bizim də özümüzə aid təbii ki, yükümüz, problemimiz olur. Bəzən mən özüm tək sıxıntıda olanda, inanın tam səmimiyyətimlə deyirəm, bu səmimi verilişimizdə deyirəm. Allahım şahid olsun ki, mən həmənki gecə anam yuxuma girir, o mənə təskinlik verir. İnanın, bax, Allaha and olsun. Mən hətta hər gecə mən onu düşünüb yatmasam bu mümkün ola bilməz. Bu mənim həyatım da ola bilməz. Çünki mən o zaman özümü itirmiş olaram ya da ağlımı itirmiş olaram. Anam mənim üçün Tolik başqa bir dünyadır da. Yəni mən onu nə övladımla, nə heç bir varlığımla əvəz eləyə bilmərəm. Bax Zima, sən bugün Orxandır, sənsən. Siz bugün valideynlərimizi də sevindirən evladlar olmusunuz. Bu veriliş vasitəsilə sosial mediada görürük. Misal üçün, dünən baxıram, Lalə Azərtaşın verilişində bir kişi gəlib ki, məni qocalar evinə qoyun. 3 dənə evladı var. Sağ-sağlam 3 dənə evladı var. Mənim atam qəflətən dünyasını dəyişdi. Yəni, zəhər durdu, həkimə getdi. Analığımla Xırdalandan qaydanda evə deyib ona bir dənə saxla bazarın yanında girim, ət alım, qayıdım. Atam sükan arxasında dünyasını dəyişdi. Mən atamın nə əziyyətini çəkə bildiyim, pandemiyada baxmayaraq sağaltdıq onu, dirildi. Yəni, mən onlara baxanda deyirəm, ay Allah, necə yəni 3 evladın ola və sən gələsən deyəsən ki, mən devlətə sığınmaq istəyirəm. Və bu uşağı indi bir loru dilində burada danışır, əkmisən də. Demək ki, o insanlarda vicdan yoxdur, vicdan. Necə onlar yata bilərlər, rahat ki, mənim atam gedib oturub Lalə Azərtaşın Mən verişində deyir fikirləşəm ki, o elə insanlar manyak insanlardır. Mən elə adlandırıram. Çünki o əqidədə, o düşüncədə olan insanlar ola bilər. Məsəl üçün, elə atalar var ki, məsələn, elə atalar, analar olubdur ki, həyatda da, yəni görə-görə gəlmişik də. Məsəl üçün, heç övladına dəyər verə bilməyib, ailəsinə dəyər verə bilməyib, övladının əziyyətini çəkməyib. O istisna halları ola bilər ki, məsələn. Bu insanlar travmalıdırlar mı? Ola bilər ki, travmalı olan insanlar da var, amma hər bir şey bir qırağa, yəni o səni dünyaya bəxş edən Allahdır, uca Allahdır və sonra sənin valideynlərində. Ən azından ona görə hər zaman mən düşünürəm ki, övlad öz övladlığı borcunu yerinə yetirməlidir. Mən belə başa düşürəm. Orxan, bax sənin bu söz deməyə haqqın var da. Olur ki, atalar naxələf olur, uşaqlarını vaxtı ikən atır. Misal üçün, Aysun burada idi, sən oturduğun yerdə oturmuşdu. Dedi, mənim ataya ehtiyacım olduğu vaxtı, qardaşa ehtiyacım olduğu vaxtı, onlar mənim yanımda olmadılarsa, bundan sonra onun olmağı mənə nə verir? Bu uşaqları başa düşürəm bəzən. Niyə? Çünki onlar uşaq yaşından ata görməyiblər, sevgi görməyiblər. Bax, sən özün ailəni qorumaq üçün nələrdən keçmədin? Bəli. Sən evladlarının yarı qalmasınlar deyə ata o yanda, ana bu yanda sən çox şeylərə özü sən zəhimli insansan. Səni biz efirdən tanısaq da mən səni həyatda tanıyıram, bilirəm. Var bəzi meyxanaçılar, inciməsinlər. Onlar çox meyxanaçı olsalar da biraz yəni çox rahat insandırlar da, amma sən o deyirsən, sən efirdə gülə də bilərsən, sən qapalı insansan, fikir eləyəndə də içində eləyirsən, sənin Rəşada görə nə qədər içində fikir çəkib, hətta o fikrə görə sən bir ara xəstələndin, sənin həyatında problem oldu, çünki xoş gündən belə şeylər olmur. Ağlım kəsəndən narahat adamam. Yoxsa ümumiyyətcə narahat insansın hər şeydən. Narahat adamam, yəni çalışıram bürüzə verməyim, çalışıram məsələn, heç kim bilməsin, amma nə qədər olmasa harasa yansıyır. Mən siz necə deyərdim, ola bilər ki, övlad o qədər naxələf, nadürüst olar ki, valideynin onu atmaq haqqı ola bilər, amma övladın valideynləri atmaq haqqı heç vaxt yoxdur. Heç vaxt yoxdur. Çünki biz bir ömür, neynə söyləyəm, mən bu məsələn, Allah Zenfər xanımın valideynləri rəhmət eləsin. Mən məsələn, atam, anam sağdır bu. Bir də Allah onlara ömür versin, balalarımın toyunu görsünlər. Uşaq kimi onların nazı ilə oynayıram. Özdə o yaşlı adamların dalaşmaları qəribə olur axı. Bir də görsən, bir maraqlı dalaşırlar ki, əşi mən falan kəsə verirdilər, gərək ona gedərdim. 50 ildən sonra bu söhbət gedirəm. Kişi deyim, mən falan kəsə alırdılar, onu alardım.
Onların o davası da şirin gəlir mənə. Uşaq kimi mən onların azından oynayıram və buradan efir vasitəsilə də hər ikisindən son nəfəsimə qədər hər ikisindən bir dənə xahişim var ki, mən haqlarını haval eləsin. Ay ya. Başqa onlardan heç bir diləyim yoxdur və nəfəsim durduqca, nəfəsim gəlib getdikcə, ürəyim vurduqca mən canımla, qanımla, bütün varlığımla onların xidmətindəyəm, qulluğundayam. Orxan, özün də şeir yazırsan. Anova bəstələdiyin şeir varmı? Bir dəfə də bu sualı efirdə verdilər mənə, hətta orada özümdən asılı olmadı, gözümdə oldu. Mən hələ cürət eləyib, bayaq dediyim şeir, ana şeiri məsələn, Allah rəhmət etsin, rəhmətli Vüqarın idi. Mən hələ cürət eləyib onların haqqında heç nə yaza bilməmişəm. Ehtiyat eləmişəm. Qorxmuşam ki, birdən mən onlara nəsə yazaram, bunlar deyər ki, Orxan sevgisi bizə bu qədərdir. Ayda. Hə, yəni o sevginin qədəri yoxdur ki, mən onlara durum nəsə yazım. Orxan, kişilər ağlamaz deyiblər. Bu səhv sözdür məncə. Kişi vətən üçün də ağlayar, torpaq üçün də ağlayar, yanındakı şəhid üçün də, anası üçün də, atası üçün, balası üçün də ağlayar, hətta bacısı üçün də ağlayar məncə Orxan. Bəli, bəli, bəli. Çünki əgər biz bacı, ana, ata, bunların namus qiliyyət bilirsə, torpağa görə də insan ağlayır axı. Biz şəhidlərimizə görə ağlayırıq axı. Necə kişi ağlamaz? Səhvdir bu deyim məncə Orxan. İndi o bir sözdür, bir deyimdir, deyirlər. Bəlkə də kişilərə təsəlli olsun deyənə deyiblər. Bəlkə də kişilər biraz həmişə möhkəm görsənir axı. Ona görə ağlamağı bəlkə yaraşdırmayıblar ona. Amma İnsandır da sonuçta. Həzrət Əleyhisselamın belə bir mötəbər sözü var ki, deyir kişilərin ağladığı gün qiyamətə bərabərdir. Bəli. Hə, yəni kişi həmişə ötkəm olur, möhkəm olur. Amma mən deyərdim ki, həmişə biz deyirik qadınlar həmişə deyirik zərifdir. Mənim aləmimdə qadınlar zərif ola bilər, amma zəif deyirlər. Bəli. Hətta bəzi məqamlarda qadınların gücü kişilərdən çox olur. Vallahi deyirəm. Məsələn, mənim dəfələrlə həyatda elə bir məqamlarım olub ki, yəni bir addım da atsam yıxılacam da. Məsələn, onda mənə dəstək olan hamıdan çox qadın olub, anam olub, həyat yoldaşım olub. Yəni qorxma deyən. Baxmışam ki, adicə o qorxma sözü var. Məsələn, qorxma deyirəm. Yəni o məcazi mənada. Adicə bir sözlə sənin bütün həyatın rəngini dəyişir ki, narahat olmaya hər şey yaxşıdır. Məsələn, bir kəlmə söz. Bax, bu sözü bayaq sənə demişdim ki, ola bilər nəsəbləşdirim səni. Allah sənin ailəvi hər zaman bir eləsin də. Mən bildiyimə görə o keçdiyim məsələlərdən sonra bugünkü günün sənin şəxsi nömrövü heç bir xanım bilmir. Ziyama bilə bilər, ha, müğənnidir. Yəni, normal bir, mənə bu məlumat dedilər ki, bunu da soruşmaq istədim səndən ki, sənin şəxsi nömrəvi sənət yoldaşlarından başqa, ailə üzvlərindən başqa heç bir fanat xanım mı, nə bilim, hansısa bir restoranın administrator xanım deyilən bir adam bilmir nömrəvi. Doğrudan mı belə konfidensial saxlamısan ki, o ailədə olan nizam, intizam... Bilənlər hamısı düz adamlardır. Yəni, düz olmayan adamlar bilmir Orxan'ındır. Yox. Ola bilər ki, məsələn, bir dənə də əlavə bir neçə dənə nömrələri var ki, onlar iş nömrəsidir, ona köməkçi cavab verir. Hə, amma belə sənət dostlarım... Niyə bu addım attın Orxan? Məsələn, mən o qədər toylar olub ki, bizim qohumların da toy olub ki, məsələn, Zeyfrə xanım orada ifa eləyəndə gəlib mənim ailəmlə rahat şəkildə rəqs eləmişik, oxumuşuq, oynamışıq. Bilirsiniz, görünən kəndə bələdçi lazımdır. Yəni, hamısını yaxşı tanıyır. Efirdən də baxsalar, evdən, televizordan da baxsalar, hamı bilir ki, necədir, nəcürdir. İndi olub da, məsələn, cavanlıqda... Cavanlıq səhvləri, sən özün cavan olmamışsan. Sağ olsunlar ki, böyülük eləyib, kesiblər, bağışlayıblar o səhvləri. Hər şey qaydasında da Allah. Şükür. Orxan, olur da, bu sualı hər kəsə burada verirəm, Ziyama səni də verirəm. Həyatından elə bir məqam olardı ki, onu silmək istəyərdim. Bu, tək şəxsi həyatla bağlı deyil. Bu sənətdə də ola bilər olsun. Ola bilər deyərdin ki, misal üçün, kaş mən həmən günü Rəşadla bir yerdə olardım. O hadisə olanda Allah məni onunla bir yerdə salardı ki, olur da insan, misal üçün, mənim elə səhvim olub ki, onu istəmişəm həyatımdan silim. Ziyama səndədir. Olub mu elə bir səhv? Onu həyatımdan silmək istəyərdim. Kaşların içində elə birincilərindən biri oldu. Həmişə mən o sözü deyirəm ki, kaş mən oldu. Mən də ümumiyyətlə Allaha qurban olum. Allah həriyə bir şey verib. Mən o insanı o fikrindən döndərə bilərdim. Məsələn. Sən? Hə, Allah. Bunu bir insan eləyə bilərdin. Bir də məncə evladı əgər, məsəl üçün də qabağına çıxsaydı... Mən onun, məsələn, elə məqam var ki, o məqamda elə məsələn, övladın yadına salardım. Başa düşdünüz nə demək istəyirəm? O insanda vəziyyət olur. Amma öz həyatımda
demək istəmərəm nədir o, nələrdir o. Amma məsələn keçmişə qayıtsaydım bəzi məqamları silərdim, bəli. Sonuncu dəfə Rəşadla haçan Olar, danışmısan? heç olmasın. Ad gündə bilirəm ki, telefonla da, amma belə yanına gedib üzbəüz haçan görüşmüsən? Bu keçən ayın 9-u idi səhv eləmirəm. Bax, nə danışırsınız? İki qardaş, siz orada bəlli bir vaxt verirlər ki, siz oturasınız, Gedirik, üzbəüz otururuq, nə qəşəng danışırsınız? biskit çörək yeyirik, çay içirik, söhbət edirik olub keçənlərdən, biraz oradan, biraz buradan. Mən həmişə ümumiyyətlə onun yanına gedəndə o keçmişdə olan yaxşı günlərdən danışıram. ki, Pozitiv, biraz bəli. eyni könül açılsın, darıxmasın. Dəyişibmi Rəşad? Necə var, elədir deyərdim. Amma məsələn, hər bir insan o atdığı bir addım olur ki, məsələn, arzu olunmaz addımdır o. Baxırsan ki, məsələn, bir üzə verməsə də içində o darıxmaqlıq var, o peşmançılıq var əslində. Amma nə bilim, mən tezliklə arzulayıram ki, özünə də demişəm. Demişəm, vacib deyil ki, sən qayıdıb gələsən, meyxana deyəsən, Bəli. nə bilim. Ailəvi bağlarımın başının üstündə ol. Ən vacib. Bircə istədiyim odur. O günləri səni gördüm, o tort kəsəndə, qaqaşın yanında. Bir Allah aləmlik saxlasın. dedim, mənim Rəşada həyatda heç bir xeyrim deməyib. Ola bilər ki, haçansa məclislərdə olmuşu, yəni, amma mən özümə o qədər qürurlu hiss elədim, o qədər şərəf duydum ki, bilirsiniz ki, keçən il Rəşad heç bir efirdə icazə vermədi evladlarının getməyi, bircə mənə icazə verdi. Özümə o qədər şərəf duydum, dedim, çünki Rəşad doğrudan da yaxşı kişinin oğludur və yaxşı kişidir və onun da oğlu atasına layiq bir oğuldur. Və keçən il Balaylı oradaydı tort kəsəndə, bu il səni gördüm orada, biraz o uşağın o atasını təbrik eləyəndə o deyir o boğazı düyünlənir, o atanı istəyir yanında. Başa düşürsünüz, onlara demək olmur ki, bunu başsalmaq olur, amma... Mən o uşaqlara adam yansıtmaq istəmir ki, onlar da pis olarlar, amma inan Allaha özümü gücdən saxladım. Maşallah Yusuf bala, Bətül bala, o bir başqa aləmdir. Mən ona Rəşad sifət deyirəm qızına. Kopya Rəşada oxşayır, Allah qorusun. Yusufin də xarakteri, danışığı, xasiyyəti baxırsan ki, elə atasının balasıdır. Orada, məsələn, mən artıq 4-cü ilə keçirik ki, hər il Rəşadın ad günü. Özünə də deyirəm, vacib deyil, mən ad günündə sənin yanıma gəlim. Mən bilirəm ki, səni axtaran, arayan, yanıma gələn çoxdur, amma istəyirəm onların yanında olum ki, onlar darıxmasınlar. Orada bir söz dedi, o gün olsun, bu axırıncı tort olsun ki, ad gün olsun ki, sənsiz qeyd edirik. Onda özümü gücdən saxladım. Allah böyüdür, Allahın rəhmi də böyüdür. Biz dövlətimizi də sevirik, dövlət başçımızı da sevirik ki, bilirik ki, hasansa nəsə belə bir şey, inşallah Allahın köməyi ilə. Mən də belə düşünürəm ki, bizim dövlət başçımız o qədər gözəl insandır. O qədər humanist addımlar atıb ki, bu günləri yeganə bəlkə ölkəmizdə dövlət başçımız dünyadaydı ki, o hətta şəhidlərimiz haqqında danışanda kövrəlir. Heç yadından çıxmaz, Füzulidə məcburi köçkünlərlə görüşəndə orada bir qız ağlayırdı, onu gördü, dedi ki, sən ağlayırsan və onun dilində bilindi ki, o da düyünləndi. Allah bizə bu günləri çox görməsin. Nə yaxşı ki, bizim belə bir ölkə başçımız var və hər il amnistiya aktında səhvləri olub da cəmiyyətə ziyanı olmayan insanları bağışlayır. Çünki Allah bağışlayandırsa və bizim ölkə başçımızı inşallah, bəlkə də bir çox analar otururlar evlatlarına görə dua edirlər ki, o amnistiya aktına düşsünlər. Orada minlərlə insanlar olur. Bizdən də nə gedər ki, biz, bəli, səhv eləyib Rəşad. Bilmədən, bəlkə də orada bir söz olub ki, hər kişi onu uda bilmir. Bu günləri devlətimizdən o qədər milyonları yiyib də kasıbın haqqını yiyənlər orada yatır. Heç onların haqqında fikirləşmir. Çünki onlar vaxtı ikən o milyonları yiyəndə heç kasıb fikirləşməyiblər. Amma insan bir dəfə həyatında səhv eləyib bəlkə də Allah böyük nə deyə bilərik ki? Arzu olunmaz səhv olub, arzu olunmaz bir addım olub. İnşallah qapısı açılsın. Heç kim istəməzdi. Rəşad bəy özü də mən əminlə deyirəm, istəməzdi belə olsun. Allah böyüdür inşallah. Allah böyüdür və o ailə də bəlkə də onu bağışlayıb bildiyimə görə, o da Ələkbər Yasamalının qohumudur. İnşallah hər şey yaxşı. Allah o balalara atasız daha hər gün böyüməyi nəsib eləməsin. Qızlar üçün, Bətül üçün ata nədir onu bilirsiniz qızlar. Zema, sən həyatında hansı olardı ki, o anı silərdi nə? Amma tam etiraf eləməliyəm. Mən əminəm ki, anarı rastlaşdığın gün deyir bu. Biraz pozitivə gedir. Çünki amma anar da sənə biraz çox əziyyət verib. O da cavanlıqda səhvlər eləyib. Gəl düzün deyək. Mən anarı səndən qabaq tanıyıram. Anarın xətrini çox istəyirəm. Yaxşı oğlandı, özünü
tanıdan oğlan sevdirəndi. Amma görsən Orxan nədir? Orxan bugün o evdə olan, onun o yolunu gözləyən balalar yatanda da onu gecə saat 4-də olsa gözləyib acımısan, bəlkə çörək yeyəsən deyən adama görə çox şeydən imtina edib. Əlbəttə ki, mən pandemiya dövründə məhz başqa bir ölkədə olanda, anamı xəstəxanaya yerləşdirəndə bir dəfə mən o həyatımdan onu silmək istəyirəm ki, kaş ki mən o vaxt orada olmazdım, Bakıda olardım. Anavın yanında. Bəli, bəli. Kaş ki mən onun bir dənə sözünü işləydim, səsini işləydim. Nə istəyəcəyini deyərdi mənə kaş ki. Mən bir dənə bax o həyatımdan onu silmək istəyirəm. Bunu həmişə də vurğulayıram. Allah heç vaxt peşmançılıq verməsin Amin. sizə. Mən istəyirəm elə Zemadan bir mahnı alaq və mən buradan mahnıdan öncə istəyirəm bizim hamımızın çox sevdiyi Niyalit dünyasının yaradan, quran, Yaşar müəllimə təşəkkür edirəm. Çünki Niyalit Holun bu möhtəşəm səhnəsindən biz sizlərə hər həftədə 2 dəfə bu verilişlə salamlayırıq. Bilirsiniz ki, Niyalitin ən böyük möhtəşəm zallarından biri olan Niyalit Central, Niyalit City, Niyalit Hall, Niyalit Ballroom və Aganyok və Niyalit Solo zalları və Niyalitin kabinet deyilir. Orada var tez-tez Orxanı görmək olur. Burada böyük məclislər olur. Reziyama xanımın özü də təşəkkür edirəm. Bülbüləm nədir günahım, ölürəm qəfəsdə tənha. Niyə yer yoxdur ilahi, mənə lalə zar içində, mənə lalə zar içində. Bülbüləm nədir günahım, ölürəm qəfəsdə tənha. Niyə yer yoxdur ilahi, mənə lalə zar içində, mənə lalə zar içində. Elə üzmüşəm uzarım, məni rüzgar içində, məni rüzgar içində. Ki görən bu ahuzarı, qalıram uzar içində, qalıram uzar içində. Neyləsin getməsin indi gözümün nuru ilahi. Nə qədər göz yola baxsın, qalıb intizar içində, qalıb intizar içində. Elə üzmüşəm uzarım, məni rüzgar içində, məni rüzgar içində. Ki görən bu ahuzarı, qalıram uzar içində, qalıram uzar içində. Tanrının qəm bazarında elə bil tərəziyəm ki, verilib qəm yük çəkmək mənə bu bazar içində, mənə bu bazar içində. Tanrının qəm bazarında elə bil tərəziyəm ki, verilib qəm yükü çəkmək mənə bu bazar içində, mənə bu bazar içində. Elə üzmüşəm uzarım, məni rüzgar içində, məni rüzgar içində. Ki görən bu ahuzarı, qalıram uzar içində, qalıram uzar içində. Ya mənə çarə qıl Allah, ya da bir dəfəlik öldür. Necə dözsün ax bir can, neçə cür azar içində, neçə cür azar içində. Elə üzmüşəm uzarım, məni rüzgar içində, məni rüzgar içində. Ki görən bu ahuzarı, qalıram uzar içində, qalıram uzar içində. Qədrini ey baba millət, o zaman dərk edəcək ki, olacaq vücudu canım, o zaman məzar içində, o
o zaman məzar içində. Elə üzmüşəm uzarım məni rüzgar içində, məni rüzgar içində. Ki görən bu ahuzarı qalıram uzar içində, qalıram uzar içində. Çox təşəkkür edirəm. Allah Məşədi babaya rəhmət eləsin bu gözəl Amin, sözlərə amin. görə. Allah rəhmət Bunu eləsin. çox Doğrudan da insan nə ifa yaxşı ki, eləyib. bu meyxanaçılarımız bu sözləri yazıblar ki, bu günləri lazımlı sözlərdən, lazımlı baxın, biz indi adlar çəkirik də, bir çox meyxanaçıların sözlərinə bu günləri məşhur olan xalq artistlərimiz var, əməkdar artistlərimiz Bəli, var. bəli. Allah Amma Məşəd babaya rəhmət Çox eləsin. sevdiyim bir Böyük sənətkar sözüdür idi. bu. Çox Bir qəşəng. dəfə Allah onda sağ idi hələ. Biz toyda olmuşduq Pərvizlə, Bülbüləli Pərviz, mən bir də Mahir Zürət Hövsanda. Orada bu Məşəd babanın bu qafiyəsini verdilər bizə deyim. Mən orada bədahətən bir kuplet demişdim ki, yetimə gəl deyər hamı, o qədər səs deyənim var, məni qardaş bilib indi nə qədər istəyənim var, o qədər can deyənim var, neçə qardaş deyənim var. Ürəyin görmürəm amma, görəsən nə var içində. Ay Allah, nə gözəl. Özünün xoşuna gəlmişdi ki, yəni tapmısan. Burada hər Orxan, şey ustalıqla elə mən bu işlənir. sözdən də bir söz sənə deyim, dediyin içində ki, o qədər qardaş deyənlər var, amma bilmirik nə var içində. Ürəyin, hə. Bugün girirsən meydana, kişi məclisləridir, bir 10 dənə meyxanaçı olur. İçəridə bir 200, 300, 500 nəfər adam Bəli. olur. Doğrudan hiss edə bilirsənmi ki, orada oturan meyxanaçı sənə ürəklə hansı səni sevir? Çünki ən azından sənə baxıb bəziləri gəliblər də bu günləri. Səndən qabaqda olanlar var. Onlara da bugün hörmət var. Amma bunu insan hiss edir də. Məni bugün kim sevir, ya kim sevir. Onu hiss eləməkdən də başıma qapaqdır. Amma deyə bilirsənmi ki ona ki, Sənə Orxan. bax misal üçün Mən ümumiyyətlə xaraktercə elə insanam. Mən yəni çox istəmədiyim adamla çox ünsiyyətdə ola bilmirəm. Hansısa bir hərəkətimləmi, sözümləmi ona bildirirəm ki, yəni mən bilirəm sən mən istəmirsən, mən də sən istəmirəm, ha biləsən. bildirə bilmirsən onu. Bildirirəm. Bildirirsən. Hə, Bax, Akşin Fatih dedi ki, mən kaş meyxanaçı olardım, amma bu camiyə gəlməzdim dedi. Ən böyük peşmançılığım bu camiyədə olmaqdır. Yəni tanınmaq, deyir, istəyərəm deyə. Ona görə də heç vaxt istəmərəm ki, evlatlarım bu camiyədə olsun da. Nə mənada? Deyir, mən bunun hər üzünü gördüm də. 12 il olmadım. Hamı mənə görəndə toydasan, hardasan. Amma gələndən sonra ayağımın altın qazamaqlarını gördüm. Yəni sən də bunu hiss edirsən Orxan. Çünki bugün diqqət səndədir. Bilirsən niyə? Bunu hiss etməmək olmaz. Orxan, bugün meyxanada bəllidir ki, kimlərin yeri yoxdur. Allah Vüqar Biləcəliyə rəhmət eləsin, Aydın Xırdalanlıya rəhmət eləsin. Yəni doğrudan da cavan yaşda köçən Bəli, ustadlarımız var çox ki, bugün böyük. onların əvəzinə kimlərsə gəldiyini biz görürük. Amma o ədəb ərkanı görmürük. Onlar oturan səhnədə, oturacaqda kimlərsə otura bilər, amma onların əvəzinə heç kim gələ bilməz bu sənətə. Yəni məsələn Aydın əvəz olunmaz sənətkar olub. Allah rəhmət eləsin ona. Vüqar qardaşım onun kimi, belə Ustad Məşəd baba kimi. Yəni kiminsə əl hərəkəti, nə bilim, səsinin tembri oxşaya bilər onlara, amma heç kim onlar ola bilməz. Onlar başqa sənətkar idi. Sən bu günləri yetişən yeni gənc meyxanaçılardan əgər 10 balla ölçülsək, sənin gözündə gələcəyin deyirsən ola bilməyəcək, amma heç olmasa gələcəyin o adları təsdiq edər. Meyxana deyən olmayacaqlar, yox. Yəni onlar individualdılar da. Onlar ola bilməzlər, amma var gənclərdən bax, çox istədiklərim var. Vaxtlaşır, məsələn, elə tədbirlər olur, görüşürük, elə olur. Tədbirdən kənar özləri maraq eləyir. Oturaq şəhər bir stəkan çay içək, görüşürük. Çalışıram onlara bizim zamanında gənc olub bilmədən yanlış atdığımız addımları həmişə onlara aşılayıram ki, bunu eləməsəz daha yaxşı olar. Məsələn, bu səhvi eləməsəz daha yaxşı olar. Məsələn, maddi, mənəvi özünüzün dəyərin bilin, əziyyətinizin bəhrəsinin dəyərin bilin. Məsələn, baxırsan ki, sağ olsunlar, elələri var. O yaxşı məsləhətlərə, bəli. Elələr deyəndə bir çox... Amma qulaq asmayanlar da var. Eşidirlər, qulaq asmayan həmişə olub da, hər evdə var o. Amma məsələn, baxırsan ki, dediklərindən nəticə çıxardılar. Səhər eşidirəm ki, məsələn, həmişə də o yerlərinin dəvətindən heç vaxt qalmıram. Məsələn, bu yaxınlarda elə baba dostumuz eşitdim ki, bir məkan açıb, bir yer açıb, məsələn... Getmişdin ora, gördüm. Çay evi də, hə.
hamıdan qabaq getmişdim və orada özünə dedim, dedim mən ona sevinərəm ki, siz gənc meyxancılar bizi belə yerlərə dəvət edirsiniz ki, mən bir nə bilim Allah xeyir versin. ətir dükanı açmışam, bir restoran açmışam, bir çay evi açmışam. Gəlir şair orada xeyir dua verir. O mən o qədər xoşdur ki, yəni elə belə olmalıdır. İnsan belə yaşamalıdır. Zəhmətinin, əziyyətinin müqabilində qazandığı pulun dəyərini bilməlidir. Gələcək qurmalıdır özü üçün. Yəni bir tək elə meyxananın ümidinə qalım yox. Məsələn, zamanında bizim indi zavan olmuşuq. Bizə deyən olmayıb. Onlara həmişə deyirəm ki, siz xoşbəxt adamsınız ki, sizə deyənlər var. Hə. Zeman, bax Orxan görürsən deyir ki, bu camiada özlərinə aiddir. Meyxana camiasında gənclər var, sevilir. Amma bu günləri, misal üçün keçən həftə verilişimizdə qonaq olan Qumral belə bir açıqlama verdi. Dedi ki, bu günləri çıxıb televiziyada vaxtında deyənlər ki, mənim 6 dənə evim var, 10 dənə evim var. Onlar sənətlə bunu almayıblar. Mütləqdir ki, onların yanlarında kimsə olub. Kimsə, yəni Lor dilində deyir, burada rahat danışmaq olurdu. Yəni yanında bir kişi olub, imkanlı bir adam olub. Çünki yalnız sənətlə, yalnız şou proqrama gedib ayda 3-4 dənə toya getməklə bunlara almaq olmaz deyir də. Bir də nə idi? Bu əslində müzakirə olundu. Dedi ki, bu günləri efirlərə baxıram deyir. Efirlərdə belə bir görüntü görünür ki, əgər bu adam xanəndədirsə buna söz demək olmaz. Amma deyir, biz Ülviyə də oradan dedi ki, o qədər xanəndələr var ki, evli kişilərlə görüşüblər də, düz ad demədi. Dedi, amma mən bir dəfə səhv buraxdım, bura gətirdi Zaks kağızını göstərdi ki, mən 2019-cu ildə Zaksa girmişəm və bu kişidən dünyaya uşaq gətirmişəm. Amma efirdə səhv demişəm və mən gözdən düşmüşəm və indi də onu gözdən qalxa bilmir də, cəmaat indi inanmır da cəmaatda. Zeman, müğənnilər doğrudanmı efirlərdə reyting qurbanı oldular deyə hər şeylərini açıb tökdülər ki, bir gün səhifələr ondan yazsınlar, bir gün pis yaxşı onları tanısınlar və sonunda onlar qurbana çevrildilər. Yəni istifadə olundular, bugün onları götürdülər, qoydular servanta, indi orada toz basırlar da, yəni yada düşmürlər. Tolik, belə deyək də, belə danışaq. Televiziya sahəsi o qədər böyük bir sahədir ki, yəni orada biz ta uşaqlığımıza dönüb qayıtsaq, görün orada kimlər çıxış edib, görün orada hansı müğənnilər, xanəndələr və yaxud Azərbaycanın incəsənətinin sütunları, yəni kimlər orada olub, amma bugün o televiziyalarda məhz bu səpkidə, bu belə sözün, söhbətin getməsi, yəni həqiqətən də lazım deyildi. Niyə? Çünki sən də olmuşsun söhbətlərin içində, yanında danışırlar. Nə mənada? Sən qonaq olmuşsun, sənin yanında kimsə danışıb bundan. Mənə heç kim cürət edib o haqda, yox, sənə indi uzaq başlaya bilərlər ki, anardan ayrılmışsan ya yox, o da yalan çıxıb, bu başqa. Yəni mənə siz ailə elə bir şeydir. Bax, mənim sənətim ifaçılıqdır. Orxan qardaşımızın sənəti söz xirdardır, meyxana deməkdir də. Yəni bu insanın, hərənin öz sənəti var. Öz sənətə aid sual verilirsə, mütləq şəkildə cavablandırmalısan. Bu sənin haqqındır. Çünki sən əgər sənət nümayiş elətdirirsənsə, sənətlə bağlı bu verilişə gəlmisənsə, sənətdən danışaq. Yox, mən əgər ki, sənətimin belə deyək də, dəyəri yoxdursa, cılızdırsa və yaxud əstəğfurullah özümlə danışmam, digər insanlar, yəni bizim həmkar dostlarımızdan danışıram. Biraz balaca sənətlərində cılızlıq görsənən kimi onlar artıq bir növ həm aparıcıların qurbanı oldular. Onlar danışıqlarla, söz-söhbətlə və insanlar var ki, sözləri məsələ üçün, mənim də ətrafımda dostlarım var, sənət dostlarım. Sözləri deyirlər, amma düşünmürlər ki, onlar hansı tərzdə onu sabah sahib rəhbərlərimi, başlıqlarımı, onu götürüb necə paylaşacaqlar. Bir növ mən bunu ölçürəm cahilliklə, bir növ ölçürəm savadsızlıqla, bir növ ölçürəm ki, insan emosional ola bilər, danışıq. Məsələn, mənim bir veriliş var idi, heç vaxt mən istəmirdim o verilişə gedəm. Çünki mən o verilişdə emosionalımı mən gizlədə bilmərəm və mən xalq başqa cürə tanıyır. Mən istəmərəm ki, yox, adını çəkməyəcəm. Yəni, mən o verilişə mən heç vaxt getmərəm. Niyə getmərəm? Heç vaxt da getməmişəm, heç kim də deyəm. Bəli, yox, bir ara getdi, bir də təzə zaman. Mən ona getsəydim... Oraya getdi, təzədən bağlandı. Hə, yəni mən oraya getsəydim, mən bilirdim ki, orada bir-birlərinə mübahisələr olunur, bir-birləri ilə nələrsə olur. Beynim error verdi ki, bu nə verilişdi, bir özüm orada çıxmıyor. Sonra sənə aydınlığı verir. Sonra mən fikirləşdim ki, mən çox emosional, əsəbi insanam. Yəni orada mənə kimsə güldən ağır söz desə, mən özümdən bir ixtiyar səs tonum dəyişdirəm. Deyəm, mən burada həmkarlarımın tərəfini tutmalıyım, niyə? Bax, bu günləri mən kimə seçsəm, mən özümü demirəm, həmkarlarımdan söhbət gedir. Mən 10 il televiziyada olmuşam da, indi 2 aydır yoxam. Bəzən yazırlar ki, darıxmışıq, deyirəm, ay balam, dayan bir il olsun darıqda, nə oldu 2 ayda? Yəni gedəndə hamınız deyirsiniz ki, nə yaxşı bağlanıb. Siz bilirsiniz ki, kimə necə lazımdır? Zeman, yox, başqa şey deyirəm. Zeman, bax,
Deyirsiniz ki aparıcılar. Aparıcının işi budur ki, verilişini maraqlı eləsin. Məsəl üçün, Okey, mən Orxana okey. indi elə bir sual verə bilərəm ki, Orxan buradan çıxıb gedə bilər. Okey. Və mən bir dənə nə var, bu verilişdən 5 dəqiqə paylaşacaq olur ki, Orxan Toyluqun verilişindən getdi. Orxana illərlə qoyduğum hörməti qurban verə bilmərəm. Bəli. Çünki Bəs mən mənə sizə dedim Orxan axı. sabah da bir hardasa görəndə o mənim yanımdan keçəndə məni yandırar, onu yox. Cəmaət də bilər ki, bizən müğənnilər özləri istədilər bu qurban Çoxu olmağı. bəli, mən sizdən tamamilə razıyam. Çoxu istədi. Bəs Deyir ki, o da qoyunun bugün buynuzu gəldi qaşınanda bu gedir çomağa vurur. Bu Yəni vəziyyətə də, yəni bu vəziyyətdə olmazdı da televiziyada elə emosional danışıqlar, ümumiyyətlə o səpkidə söhbətlər olmamalıydı. Çox təəssüf ki, oldu. Yəni ümid eləyirəm ki, bundan da sonra olmasın. Yəni ümid eləyirəm. İnşallah Sema, olmasın. mənə səmimi deyirəm. Bacım, buyurun. Efirlərə çıxmırsan, bir şey bundan qabaq da efirdeydin, gördüm. Bəli, bəli. Rahatsanmı bugün efirdə elə? Mən hər zaman rahatam. Yox, Mən yerimdən rahatam. məncə, bax, bayaq Orxan dediyi söz var. Orada biraz səliqə səhmana düşmüşük. Məktəbdə müəllim söz desin, nə Yox, bilinə ehtiyat. Mən adam bir tanıyıram ki, tərəfdən- verilişə gedib, dostumuz da adını deməyəcəyim və deyib ki, mən öz repertuarımı oxumayacağam. 3 dənə bəstəkar mahnısı oxuyacağım. Falan bəstəkarı efirə qoşulun. Neyin? Yəni bu ilə nə dəyişir ki? Onsuz da sən o efirdən çıxandan sonra eyni adamsan da. Yəni Yo, yo. nə dəyişdi? Yox, təbii ki, çox gözəldir ki, bugün Azərbaycanın əsl musiqisi, əsl sənəti göz önünə daha belə deyim, tamaşaçılar görürlər. Mən də çalışdığım qədər yox, gördüm siz dediyinizi mən də hiss eləmişəm, görmüşəm ki, artıq məsəl üçün belə deyək də, toy repertuarından kənar, yəni toy repertuarını artıq efirlərdə oxunmur. Artıq gözəl musiqilər, bəstəkar mahnıları, xalq mahnıları və digər ümumiyyətlə bugün bu əsər, yəni bu dövrdə yaşadığımız yaxşı bəstəkarların mahnılarına müraciət olunur. Yəni ki, bu bir növ həqiqətən də gözəldir. Çünki mən həmişə deyirdim, siz nə deyirdin? Seva, məncə yerimiz gembol olub hamımızın. Estağfurullah, heç vaxt. Əslində bir sən mən səndən başqa cür cavab gözləyirdim. Ki, onlara bir şans verilsin, onlar da efirə bəlkə... Orada gözəl ifaçılar var. Mən şəxsən deyirəm. O qadağa var, qeyri-rəsmi qadağa siyasi. Ora hamı mı o qadağa düşəcək adamlardır? Yox, daxil deyil. Ora hamı daxil deyil. Yəni mən bunu... Yox, səni demirəm. O siyahıda baxdı. Orada bir insan var ki, Aytac Vidadi qızı. Aytac Vidadi qızının mahnılarını Türkiyənin məşhur linetindən tutmuş bir cür. Aytacı necə salmaq olar o repertuara? Yəni onun etməməli. Yəni bu olmamalıydı da. Həqiqətən Aytacın... Yəni repertuar demir, siyahı. Həqiqətən Aytacın gözəl istedadı. Aytac musiqiçi ailəsində dünyaya gəlib. Azərbaycanın da elə bir sənətkarının balasıdır ki, yəni ona həqiqətən o qadağanı qoymaq, mən düşünmürəm ki, o yəni yaxşı olardı ki, o qadağa olunun üçün olmaz. Bir neçə orada sənət nümayəndələrimiz var. Yox, olunmadı, çıxdı onsuz da efirə. Bax, mən sənə deyim, o siyahıda olanların demək olar 70% çıxıb efirə, qalıb 30%. Onları da indi bəzi adamlar ehtiyat edir, çağırsın. Misal üçün, heç mən YouTube verişmə hələ ki, onları çağırmaq istəmirəm. Çünki başqa bir şey olur və mən düşünürəm ki, buna vaxt lazımdır, biraz vaxt lazımdır. Orxan, mən səndən bir mahnı istəyəcəyəm. Çünki bayaq canlı oxudunuz, amma sənin öz yeniliklərin var və 31 may Yaşıl Teatrda Orxan Lökbatarlı sevənlər bilsinlər ki, indidə, misal üçün, mən bugün bilmişəm. Mən indi veriliş qutaran kimi girəcəyim iTicket-ə. Mən istəyirəm oranın 1-ci sıra yox, orada elə yer var, mən bilirəm. Düz səhnənin ortasında da 6-cı sırada o yeri almaq istəyirəm. Çünki getmək lazımdır. Çünki bugün Orxan bir çox meyxanaçılara motivasiya verir. Və biraz ki, Yaşıl Teatrında rəhbərliyinin Seyran müəllimi çox istəyirəm xətrini. Çox gözəl bir insandır. Yaşar baxış var orada, hansı ki, musiqi tərtibatı ilə səslə məşğul olur. Orxan, bu necə ideya gəldi sənə? Mahnıdan qabaq gəl danışaq. Deməli, necə oldu, mən deyim sizə. Keçən il yox, iniş il 14 fevralda mən bir solo konsert hazırladım. Hardasa bir 3 saat, yarım 4 saat davam elədi. Canlı şeir, mahnı, ancaq özüm tək. Orada hardasa bir 980 dənə bilet satıldı. 1000 nəfərə yaxın adam var idi də. Hayal kafesində. Hayal kafesində, bəli. Bakul vardı. Ən maraqlı da orası idi ki, o 3 saat, yarım 4 saat ərzində heç kim getmədi. Sadəcə bir məsələ 8-də 9-un yarısı başladı. Bizim fikrimiz 11-də bitirmək idi. Gördüyü zaman getmir. O türklərin sözləri bir daha kimi. Hamı elə alqışlayır ki, bir dənə də şair falan şeiridir. Məsələn, bizim nəzərimizdən yayınan hansısa bir köhnə musiqili bir nəsə var. Onu da bir dənə eləyim, bunu da eləyim. Ondan sonra bir həvəs tapdım özümdə. Ondan sonra bir fikirləşdim ki, bunu daha böyük bir şəkildə eləyək. Və sağ olsunlar elə Seyran müəllim başda olmaqla getdik. Bu barədə birinci mən açığı gedəndə, yəni
Düzdür, belə cəsarətlə gelmişdim, amma fikirləşirdim ki, birdən yox cavabı ala bilərəm. Heç vaxt. Hə. Getdim, danışdım Seyran müəllimlə. O da müəyyən insanlar var ki, onlarla Təbii ki. məsləhətləşib bu şeylər. Dedim, mənim üçün xoşdur. Sən burada konsert proqramı olmağın mənim üçün əladır. Və 2-3 gündən sonra bizə cavab da gəldi ki, bəli. Olar. Hə, icazə də verildi. Möhtəşəm bir gecə hazırlamışıq. İnşallah orada yeni şeylərimiz olacaq, yeni yazdığımız nəğmələr olacaq. Maraqlı bir şey olacaq Allah. Və mən düşünürəm ki, 31 mayda Bakıda Yaşıl Teatr dolu olacaq və mən əminəm ki, siz elə deyə bilərsiniz ki, 31 maydan başqa test satlar biletdə bir gündə artıra bilər. Orxanı sevənlər məncə 2000 nəfərə də olmaz, çünki orada 1800 neçə nəfərdir. Mənə elə gəlir ki, Orxan Lökbətanını sevənlər bunu 2 gün eləyəcək və meyxana sevənlər göstərəcək ki, meyxana da anşlaqdan 2 gün dalbadal ola bilir. Bu mütləq olmalı. Orada bizim bir məqsədimiz də var. Əslində biz istəyərdik iyunun 1-i olsun. Ola bilmədi. Niyə? Çünki bizim dəyərli sənətkarımız Mətan Əskəndərlinin konserti var iyunun 1-də. Bizim əslində iyunun 1-i fikrimiz vardı, amma 31-nə saldıq. Orada bizim uşaqlar müdafiə günüdür. Bəli. Uşaqlar müdafiə günüdür. Orada bizim məxsusi qonaqlarımız olacaq, balaca uşaqlar. Onlara da bizim sürprizimiz, hədiyyəmiz olacaq. Ay, nə gözəl. Orxandan bir ifa alaq, buyur. Aylarla gözlədim, illərlə darıxdım. Sən gedən yolları hey gütdüm, hey baxdım. Gözlədim, gəlmədin, keçdi sevən vaxtım. Aylardan incidim, illərdən küstüm mən. Gözlədim, gəlmədin, keçdi sevən vaxtım. Aylardan incidim, illərdən küstüm mən. Səndən özgə başqa yardan xoşlanmadım. Kim dedi sevmə, onlardan xoşlanmadım. Qışda sənsiz yağan qardan xoşlanmadım. Yazda sənsiz açan güllərdən küstüm mən. Qışda sənsiz yağan qardan xoşlanmadım. Yazda sənsiz açan güllərdən küstüm mən. Aylardan incidim, illərdən küstüm mən. Yazda sənsiz açan güllərdən küstüm mən. Aylardan incidim, illərdən küstüm mən. Yazda sənsiz açan güllərdən küstüm mən. Fərhadın çapdığı dağlardan yol seçdim. Məcnunun eşqi ilə səhralardan keçdim. Gördüm ki, o şeydir, sevmərəm, and içdim. Dağlardan incidim, çöllərdən küstüm mən. Gördüm ki, o şeydir, sevmərəm, and içdim. Dağlardan incidim, çöllərdən küstüm mən. Əhdindən dönmüş insanlar üçün yadlaşdım. Allahı tapdıqca onlar üçün yadlaşdım. Canımdan qiymətli canlar üçün yadlaşdım. Sağkən qiymət bilməz ellərdən küstüm mən. Canımdan qiymətli canlar üçün yadlaşdım. Sağkən qiymət bilməz ellərdən küstüm mən. Dağlardan incidim, çöllərdən küstüm mən. Sağkən qiymət bilməz ellərdən küstüm mən.
Dağlardan incidim, çöllerden küstüm ben. Sağken kıymet bilmez ellerden küstüm ben. Hal-hazırda istəyən verilişimizin dəstəkçiləri, sponsorlarına təşəkkür ederim. Verilişimizin sponsoru Tarz Mebel evidir. Bilirsiniz ki, Türkiyənin ən məşhur brendləri olan Arçikan, Mr. Life, Viniti və Cruision ilə əməkdaşlıq edir və sizin istədiyiniz növ həm klassik, avantgard, loft üslublu hər cürə mebellər Türkiyədən gəlir. Əgər parçaları evinizə uyğun deyilsə, 25 gün ərzində yenisi istehsal olunur. Bütün bölgələrə çatdırılma var və bilirsiniz ki, həftə sonlarında şənbə və bazar günləri Baybək prospekti 41A-da Tarz Mebel evində möhtəşəm endirim kampanyaları var və siz də gedə bilərsiniz. Çünki bir çox məşhurlarımızın da evlərinin mebelləri məhz Körün xanımın rəhbərliyi etdiyi dostumuzun Tarz Mebel evindədir. Türkiye'nin meşhur brendleri Araçkan, Mr. Life, Vanetti, Cruision ile emektaşlık eden Tarz Mebel evinde klasik, avantgard, model, loft üslublu qonaq, yataq, yumuşaq mebel dəstləri mövcuddur. Bütün bölgelere çaktırılma var. Ünvan Nizami rayonu, Babək prospekti 41A. ...055 481 0909. Bizim yeni sponsorumuz var, hansı ki, mənim də sağlamlığım keşiyindədir. Bəlkə çoxları məndən soruşur ki, arıqlamırsan, bəli, mən də şəkər xəstəliyindən əziyyət çəkirəm. Amma peşəkar doktorumuz Hülya xanımın rəhbərliyi etdiyi möhtəşəm bir referans Wellbeing mərkəzi var ki, burada sizin bədəniniz üçün olan bütün 7000-dən çox analizlər orada alınır və istənilən növlərdə. Bundan əlavə biləsiniz ki, individual olaraq sizlər üçün damar daxili sistemlər hazırlanır. Hər bir pasiyenti özü üçün bu həm sizin sağlamlığınızdır, həm cavan qalmağınızdır. Çünki bəli, idman lazımdır hər şey, amma bəzən bizim orqanizmimiz elə bir vitaminlərimiz çatışmamazlıqlar var və elə orada prosedurlar var ki, onlar məhz Hülya xanım doktorumuzun, bizim peşəkar doktorumuzun rəhbərliyi altında fəaliyyət göstərən referans Wellbeing mərkəzindədir. Siz də sağlamlığınızı peşəkar həkimlərə havalə edə bilərsiniz. Bugün sizə sağlamlığa fərqli baxış gətirən bir məkandan danışmaq istəyirəm. Referans Wellbeing Center. Burada hər şey bədəni sadəcə müalicə etmək üçün yox, onu anlamaq və gücləndirmək üçün qurulub. Müasir tibbin innovativ yanaşmalarından biri olan intravenoz lazer terapiyası da məhz burada tətbiq olunur. Bu metod vasitəsilə orqanizm daxildən dəstəklənir. Qan dövranı yaxşılaşır, hüceyrələr daha aktiv işləyir, enerji səviyyəsi yüksəlir. Referans Wellbeing Centerdə xidmətlər bununla məhdudlaşmır. 7000-dən çox laborator müayinə, hüceyrə daxili analizlər, IV terapiyalar, azon terapiya və fərqli sağlamlıq protokolları hamısı bir məqsədi üçün sizin daha sağlam, daha enerjili və daha balanslı olmağınız üçündür. Burada hər pasiyentə fərdi yanaşılır. Çünki sağlamlıq standart deyil, fərdidir. Referans Wellbeing Center hüceyrə səviyyəsində yanaşmadır. Bax belə, təşəkkür edirəm sponsorlarımıza. İnşallah bundan da çox olsun. Müraciət edirlər. Veriliş kimi edəcəyəm buranı. Həkimlər də gəlib burada oturacaqlar. Neyniyim? Burada da baxırlar sayəvizdə. Ziyema, rəqabət elə bir ki, səngidir. Bir ara trend var idi. Trenddə mahnılar qoyurdunuz, trenddə bir olurdu, buna bayram edirdilər, tort kəsirdilər, çıxırdılar. İndi trend qusarıb, rəqəmlər bayram keçirdir. Müğənnilər çıxırlar ki, 2 həftəyə 1 milyon 500 min baxdılar, 3 milyon baxdılar, 4 milyon baxdılar. Sən son günlər demək olar ki, bir ay olar ki, səsə mahnı hələ oxumamısan. Oxudum. Oxudun, açın oxudun Səni mahnı. Allah bağışlasın. Mən kliplə təqdim Sən edirəm. deyil, Allah bağışlasın inşallah. Səni Allah... Qarmış idi, yoxsa alqış idi? Yox, mən orada tamamilə elə bir səpkidə olan bir musiqidir. Həsil həqiqətən əsər kimi bir əsərdir. Və ora müəyyən bir məbləğ xərclənilib, belə deyərdim. Klip tərəfindən, həm musiqi tərəfindən, həm o çox belə həqiqətən... Kimdir bəstəkarı?
İlkin. İlkin, hə, bizim bəli. İlkin. İlkindir, Cəzahir çöl sözlərini yazıb və ona bir həqiqətən böyük bir sərmayə xərclədik. Çox şükür mənim öz kütləm var, məni sevən tamaşaçılarım bilirlər ki, mənim ifamda məhz bilirdim ki, o mənim mahnıları gözəl sevirlər və o kütləmə də çox razıyam. Zemfira İbrahimova fərd olaraq bugün kimin nəsə rəqabət aparırmı? Yox. Yəni özünə rəqib kimsə görürsən bu camidə? Yox, yox. Valla yox. Görə bilmirəm. Yəni sağ olsunlar, hər kəs gözəl nəğmələr ifa edirlər, gözəl bizim sənətçilərimizdir. Allah hamısının ruhunu yetirsin. Amma mən tamamilə mənim bir özümə məxsus bir yolum var. Mən hələ ki görmürəm. Bəlkə də inşallah qismət olar, nə vaxtsa rastlaşaram, amma hələ ki yox. Sən fikirləşmirsən ki, bayaq verdiyim suala cavab vermədin? Hansına? Qumralın dediyi ki, sənətlə yalnız 5-6 evə sahib olub bu boyda var dördə sahib olmaq olmaz. Görünən yaxşı dedi qardaş. Yox, Orxan başqa. Görünən kəndə nə bələdçi başımıza dönüb. Bu Azərbaycan. Sən də belə Bir düşünürsən? dəqiqə, yəni üzr istəyirəm. Azərbaycan ölkəsi, dövləti, bu Bakımız o qədər balaca, maşallah olsun, balaca bir şəhərdir. Kimin harda nə edir, nə edəcək, nə edirlərsə, hər şey yəni zaten bilinir. Yəni əziyyətlə alınan da bilinir. Öz zəhməti ilə, öz belə deyim, çörəyini qazanaraq bu sənətdən o evləri alınanlar da bilinir. Müəyyən indi ola bilər ki, insan da həyatında indi biz qarışa bilmərik ki, hər kəsin şəxsi həyatı var. Heç kimin də mən şəxsi həyatına qarışmaram, heç vaxt da söz demərəm. Çünki hər kəsin öz şəxsi bir həyatı var. Kiməsə də indi kimsə ona hədiyyə edibsə, indi o da yəni onun özünün problemidir, mənim problemim deyil. Orxan, neçə ildir bu sahədəsən? Artıq 20-ci il. 20 ildir nə hədiyyə ediblər ən böyük hədiyyəsinə? Biri gətirib deyibmi ki, ala bu evi sənə bağışlayıram, kişi sən bir dənə meyxana etdin, mənə ləzzət elədi, bir dənə mahnı etdin ki, mənim sarı simmə soxundu. Flora xanım Kərimovanı buradan salamlayıram, Allah can sağlığı versin. Dedi, illərlə oxudum, ya özümün nəyimsə oldu, ya da indi həyat yoldaşımdan, amma bizə deyir, gətirib ev sad heç kim vermədi, o boyda əsərlər oxumuşuq. Necə oldu bu? Əvvəla hədiyyə olub, amma da ev falan olmuyor. Hədiyyə eləyiblər, dəyəri hədiyyələr eləyiblər. Saat ola bilər, qızıl əşya, bu başqa məsələ. Amma xanım çıxırdı, misal üçün, deyir ki, mən mahnı oxudum. Bu mahnını sən nə oxusan? Sən Kör Ərəbin, nə bilim, o mahnısını oxumamısan ki, ya da əsər oxumamısan da bir mahnıya necə ola bilər ki, sən də meyxan deyirsən, niyə sənə verməyiblər? Zeyma, sənə veriblər bir mahnıya görə. Valla mənə heç kim işinə vermir, qurban olum. Nə qazanmışamsa həyatda öz Orxan, bizə niyə bu sualı sənətimə verirəm? qazanmışam. Bax, bunlar gətirdi bəzi müğənniləri gözdən saldılar. Onlar əslində bunu acıq eləyirdilər. Başqa müğənninin acığına yalandan çıxıb deyirdilər ki, mənə ev bağışlayıblar. Falan aparıcıya dedilər ki, denən ki, mənə ev bağışladılar. Ya da maşın alıb, 2010-un, nə bilim, Lexus'unu alıb, gətiriblər, onu göstərirlər 2026-nın. Biri baxmırlar ki, Turboazda onun qiyməti. qiyməti. Bir sənət yoldaşımız, indi adını deməyəcəm buradan, ayıbdır, abır aparmaq olmaz. Bir verilişə çəkildi, bunların evində, veriliş elə formatda idi. Sonra orada aparıcı dedi ki, gələn həftədə sizdə çəkək, dedim, mən gəlin çəkin. Gördüm, bu sənət dostumuz mənə məsləhət verir ki, bu ev mənim özümün deyil, bir dostumuz var, ondur. Belə çəkilik zad olanda götürürəm. İstəsəm sənə də birini təşkil edəcək. Demə, yox, mən yəni kimi anladıram ki. Kimə nəyə göstərirəm? Niyə görədim? Mənim evim var, məsələn, 80 kvadrat, 100 kvadrat. Gəlin orada çəkin, qardaş. Bu bizim qonaq otağımız. Bu bizim Allah'ın Arif Babayev kimi sənətkar, Allah ona qəni-qəni rəhmət eləsin. Onun evində görürdünüz, gedirlər bir dənə otaqda otururdular, 10 dənə sənətkar çəkirdi. Yəni mən kimi anladıram? Bu nəyin? Bu mənim uşaqlarım var, mənim balalarım məktəbə gedir. Sabah Ziraton yekə kişidir. Sizin eviniz buradadır, gelib zamanınız. Bizim bir dostumuz var, adını deyəcəyim, Fəxrəddin. Deməli, mən onu 30 ildir tanıyıram. O bizim qardaşımızdır. Mən onu tanıyanda siz tanımırsınız. Mən onda ofisant işləyirdim. Deməli, Fəxrəddinin də evində olmuşam, bağında da olmuşam. Bir gün veriliş açıram, baxıram, görürəm ki, bizim dostumuz Aytəkin Mərdanovanın verilişidir. Bir müğənni gəlir, həyətə girir və deyir ki, bu mənim bağımdır. Və mən də baxıram ki, mən bu bağda olmuşam, özdə dəfələrlə bu sənin bağın necə oldu? Bu bağı, bu Gülüş xanımın bağıdır. Mən bilirəm, bu sənin bağındır. Bax, biz cəmaatı belə al, biz deyəndə ki, bu camiyə bəziləri cəmaatı belə anlatdılar. Və cəmaat da elə bildi ki, müğənnilər yağ, qaz vurub qazan doldururlar. Bəxtəvərdilər, daha demədilər ki, acığa bunu eləyirlər. Kirayə villalar tutub içində yayda, da hər küncündə şəkil çəkdirənlər də gördük də, qurban ol. Ona görə bunları eləmək lazım deyil. Nəyin həvəsidir, o başa düşə bilmirəm. Mən sizin hər ikisinə təşəkkür edirəm gəldiyinizə görə.
bizim musiqiçilərimizə Emin sənə təşəkkür edirəm, qardaşım sənə təşəkkür edirəm Kamran. Var ol ginən çünki nə qədər müğənnidirsə ki, mən yaxşı ifaçıyam, onu müşahidə edən musiqiçilər onu bilməsələr, bu qeyri-mümkündür. Bayaq sən ifa edirdin, oxuyurdun. Orxan soruşdu Emindən ki, hansı tanallıqdandır? O da dedi ki, soldan idi. Yəni bu günləri bunu bilmək mütləq. Yəni solfejo mənim anam musiqi müəlliməsidir də, qarmon müəlliməsi indi demir. Mən gah tara getdim, atdım, nağara getdim, əmim nağara çalandı, atdım. Solfejoya da getdim. Ən azından bilirəm ki, do re mi fa sol la si, yəni bunlar var da. Yəni bunu bilməyən müğənni gəlib bu virtuoz musiqiçilərə pul verəndə və toyda deyəndə ki, o soruşanda ki, hansı tanayist oxuyur, bilmirəm. Oxuyum, gəl onlar da götürür sintezator, gedir onu dalayacaq. Gəl dalımca. Ona görə biz belə musiqiçilərin qədrini bilməliyik. Ümumiyyətcə, musiqiçilər bizim qədər qazanmır. İstəyir mən özümü deyim, səni deyim. Onların qazandığı çörək pulu onların ailələrinə çatır. Və ansamblı da qoruyub saxlamaq lazımdır. Ansamblı dostluq eləmək lazımdır. Pul ola bilər, amma halallıq mütləqdir. Sonda sizdən canlı ifa istəyirəm, amma gələn həftə qonaqlarımız kim olacaq? Buradan da deyirəm, biləsiniz çox maraqlı Kərim Abbasovla Əminə Şirin qonağım olacaq və ondan da sonra inşallah sənətkarımız Brilliant xan Dadaşov ilə Abbas Bağırov olacaq və bu veriliş sizlərə görə daha da gözəlləşəcək sizlərin sayəsində. Buyurun. Gelmiyor yardan, belli beni sevmiyor artık. Olsa bana can veren Allah, şimdi verdiği gibi alsın. Könlümün xanəsini eşq ilə xərab eyləmişəm. Könlümün xanəsini eşq ilə xərab eyləmişəm. İndi heyranım o zülmə necə tab eyləmişəm. Bir gözəl ahu baxış sevgili canana görə ucadan canıma illərlə əzab eyləmişəm. Cana qəsd eyləməyi Tanrı özü nəh eləyib. Mən sanırdım ki, bu qəsd ilə savab eyləmişəm. Şöyle-i eşq cəhənnəm kimi yandırdı məni. Bağrımı mən həmən atəşlə kebab eyləmişəm. Eşqidən neyləmisən sən mənə yar etdi sual. Eşqidən neyləmisən sən mənə yar etdi sual. Mən də bu şeiri yazıb yarə cavab eyləmişəm. Mən də bu şeiri yazıb yarə cavab eyləmişəm. Gülüşlerin dolup kaldı yüzümde, gözyaşlarım buz bağladı gözümde. Söz vermişem her
güzeldi bakışların, ne güzeldi bakışların, gözüne kurban oldum. Sanki kalemdi kaşların, özüne kurban oldum. Bu ressamın işi değil, bu Tanrı'nın eseridir. Bu saf güzelliği elə bil eşkimizin bəhəridir. Təbəssümün yaz getirir, artıq yağan qar eriyir. Təbiət də heyran qalır, bu baxış, bu sevgi nədir? Bircə gözəl baxışıyla, bircə gözəl baxışıyla min bir qəmi boğan qadın, zümrüt kimi yanıb yanıb küllərindən dolan. Bu ateşi bu yangın yüreğimden alıp gitti. Sen beni nefsine satıp gitti. Bir gereksiz eşya hayatımdan at beni, unut beni, unut beni. Unut ki yaşanan ne kaldı ki sana, o sevginin katarı gitti gülüm gitti de. Unut ki yaşanan ne kaldı sana, o sevginin katarı gitti gülüm gitti de. Geceler günlere bakıram elden, ay derdi çok olan kese benzerdi. Ulduzlar seçilmir küllü beşerden, ayınsa ulduzlar qədərdi derdi. Bile bulay mənə, tenha bir kesem, o kadar çoxdur ki giley güzarım. Ben kimden inciyem, ben kimden küsem, gerek bu derd ile özüm bacarım. Xəyanət, xəyanət insanı yandırır amma mən bunu bilmədən sevmişdim səni. Dönmək istəyirsən, dön gəl utanma, sənsizlik ondan pis yandırır məni. Bilmirəm neynirsən, hardasan indi, təsəllin bir dənə budur ki sağsan. Mənim qəlbim sənin qonaq evindi, gec gəldin, tez getdin, əcəb qonaqsan. Elə bildim yoxmuşam, ulduz olub axmışam. Bu yalanlara yanmışam, mən gəlmədim. Göz yaşlarım dönüb sənə, ürəyimə vurdu. Görün oldu, niyə belə gəlmədin? Ümidlərim mənim oldu, sevgim mənə qədim oldu. Nədə qalan qədim oldu, gəlmədi. Ebedi dünyanın olan değilim, ebedi dünyanın olan değilim. Zamanı çatanda mən də gedəcəm. Bu qərib şəhərdə qalan değilim, gözümü açdığım kəndə gedəcəm. Mənə deməyin ki təklik ağırdır, mən onu hamıdan yaxşı bilirəm. Güya bu xoşbəxtlik Hasan çağırdı, mən dedim gəlmirəm ya da gəlirəm. O sənə qəm verər, xoş günü alar. Yalancı dünyada budur bazarlıq. Bu boyda ürəyi daşımaq olar, ölən sevgilər üçün soyuq məzarlıq. Qəlbimdə bu qədər qüssə, kədər, qəm, heç özüm bilmirəm hara gedəcəm. Bu dərdi insanla bölə bilmərəm, Allahla bölməyə ora gedəcəm. Allahla bölməyə ora gedəcəm. Söyleme, söyleme, dayanmaz yüreğim, söyleme. Sus, istemem,
Səmimi verilişinin sponsoru Tarz Mebel Evi, Referans Wellbeing Center.